Salam dəyərli müdavimlər, dəyərli müəllimlər. Bu videoda TIME 2026 testində olan təfəkkür testlərinin izahına baxacağıq. Eyni zamanda testlərin izahına baxacağıq və bir yerdə də yeni hissələri təfəkkür mövzusunda əlavə olunmuş yenilikləri bir yerdə sual-cavab eləyə-eləyə həmin hissələrdə təkrarlamış olacağıq, həmçinin də müəyyən qeydlər götürəcəyik. Gəlin başlayaq birinci sualdan. Görək birinci sualı necə rahat şəkildə tapa bilərik. Baxın, burada yazıb ki, müşahidə etmək, sual vermək, təcrübə aparmaq, əlaqələrin yaradılması. Bunların hər biri kitabda var. İndi bu cümlələri əzbərləmək istəmirsinizsə, gəlin mən sizə daha rahat və sadə yollar deyim. Baxın, müşahidə varsa, müşahidə nə deməkdir? İzləmək. Fəaliyyətə baxmaq, izləmək, baxmaq varsa bu müşahidə etməkdir. İndi gəlin belə bir nümunə axtaraq və yaxud da A-dan B-dən C-dən D-ni oxuyun, elə uyğunlaşdıraq. Gəlin A-dan başlayaq oxumağa. Şagirdlərdə bu fəaliyyəti etməyə yönəltmə. Uşağı nə ilə yönəltmək olar sizcə fəaliyyətə? Onların düşüncələrini fərqli istiqamətə. Mən istəyirəm ki, onların düşüncələri, beyinləri hərəkət eləsin, fərqli istiqamətə yönəldə biləsiniz. Nə ilə yönəldərlər? Təbii ki, nə ilə? Bəli, sual verərək yönəldə bilərsiniz uşaqlara. A-nı götürəcəksiniz 2-yə. Və yaxud da A-nı tapa bilmirsiniz, problem yox. Yerdə qalanları tapın, sonra görəcəksiniz ki, A variant A hara qalacaq, 2-yə qalacaq. Belə də eləyə bilərsiniz. Yəni, hər versiyada tapmağınız üçün sizə nümunələr deyirəm. Gəlin B-yə baxaq. Müəllim şagirdi daim düşünməyə, müşahidə etdiklərini istənilən situasiyalarda assosiasiya yaratmaq sözünün mənası nədir? Assosiasiya əlaqə deməkdir. Assosiasiya sözünün tərcüməsi əlaqə qurmaq, əlaqə yaratmaqdır. Elə bu sözün tərcüməsindən götürüb, gəlin yerləşdirək. Onu hara yerləşdirəcəyik? Bəli, elə 4-də var da əlaqə yaratmaq. Assosiasiya əlaqə yaratmaqdır. Bunu götürəcəyik 4-ə. C variantına baxaq. Müxtəlif və fərqli insanların fəaliyyətlərinə baxmaq. Bu dəqiqə dedik. Baxmaq. Baxın, qeyd eləmişik burada. Baxmaq, izləmək var. Müxtəlif fərqli insanların fəaliyyətinə baxmaq. Həmçinin analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək. Baxın, hər iki fikir burada var. Baxmaq, izləmək. Deməli, bunu hara götürəcəksiniz? Bəli, bunu 1-ə götürəcəksiniz. Bu fəaliyyət şagirdlərə uğursuzluqların gözlənilən olduğunu, bu zaman bacarığı inkişaf etdirmək üçün işi dayandırmamaq, əksinə həll yolları tapana qədər çalışmaq, cəhd etmək. Uğursuzluq oldu, dayanmıram. Bir də təkrar edirəm. Yəni, neynirəm mən bunu fəaliyyətimdə? Özüm təcrübə aparıram. Təcrübə qazanıram da bununla da. Deməli, bunu da hara yazacaqsınız? 3-ə də yazacaqsınız D-ni. Düzgün cavabımız nə olacaq? C, A, D, B. O da A variantındadır. Ümid edirəm ki, bu sualın mənası aydın oldu və gördünüz ki, necə rahat şəkildə biz bunu tapdıq. Sadə açar sözlərlə tapdıq. Baxırıq ikinci sualı. Uyğunluğu tapın deyir. İndi burada nəyi soruşacaqlar bizdən? Məntiq xətalarını soruşurlar. Məntiq xətalar haqqında dərsdə geniş-geniş danışmışdıq. İndi bəndləri mən oxuyuram. Dəyərli müdavimlər, siz tapırsınız ki, hansı fikir hara aiddir. Gələn turistlərin bir neçəsi sarışındır. Ruslar sarışın olur. Deməli, gələn turistlərin hamısı sarışındır. Biri sarışınca deyirəm, deməli, hamısı sarışındır. Bir xüsusiyyəti götürdüm, hamıya aid elədim. Hansı xəta idi bu? Bəli, bir nəfər pissə, hamısı pisdir. Biri sarışınsa, hamısı sarışındır. Bəli, bu həddən artıq ümumiləşdirmə məntiq xətası. Həddən artıq ümumiləşdirmə hardadır? C variantındadır. Bəli, 1-ə götürəcəyik C-ni. 2-yə baxaq. Övladınız son zamanlar dərsə hazırlıqsız gəlir. Valideyn də qayıdıb deyir ki, siz mənim yaxşı valideyn olmadığımı deyirsiniz. Müəllim necə elə söz deyir. Bir növ şər adam. Bu necə demişdik? Boş adam, şər adam. Müəllim deyir ki, son zamanlar övladlarınız, yəni övladınız və yaxud da dərsə hazırlıqsız gəlir. Valideyn qayıdıb deyir ki, deməksiniz ki, mən məsuliyyətsiz valideynəm, mən yaxşı valideyn deyiləm. Deməli, bu hansı məntiq xətasıdır? Bəli, boş adam məntiq xətası. Və yaxud da valideyn deyir ki, demək istəyirsiniz ki, mən yaxşı valideyn deyiləm. Bu boş adamdır. Daha sonra 3-ə baxaq. Yağlı yeməklərin yeyilməsi məsləhət görülmür, çünki sağlamlığa ziyandır. Uşaq da qayıdıb deyir ki, mən yağlı yeməklər yemirəm, çünki sağlamlığa ziyandır. Nə oldu? Eyni cümlənin əvvəli deyiləni, sonunda eynisini təkrarladı. Uşaq da qayıdıb deyir ki, mən yağlı yeməkləri yemirəm, çünki sağlamlığa ziyandır. Burada deyilən fikir nə? Burada deyilən fikir eyni idi. Onsuz günə fərqli bir şey dedik ki, bu hansı xəta idi? Bəli, sirkulyar arqument idi. Bu sirkulyarda. 4-ə baxaq. Test tapşırıqlarının cavablarının çoxu səhvdir. Demişdim ki, imtahana qədər telefondan istifadəyə məhdudiyyət qoy. Uşaq da deyir ki, telefondan istifadə eləmirdim ki, sadəcə gələn bildirişləri silirdim və yaxud da gələn bildirişlərə baxırdım. Mən deyirəm, telefondan istifadə edir, yox, istifadə eləmirdim ki, bildirişlərə baxırdım. O kimi söz güləşdirəm. Bəli, o hara aiddir? Çox mənalı danışan, bəli, çox bilmiş uşaqlar.
4-də götürəcəksiniz D-ni. Deyirəm, baxma, deyir, yox, baxmırdım ki, telefonu, bildirişləri silirdim. 4-də də aid oldu, deyir. Deməli, 1-ə S, 2-yə B, 3-ə A, 4-ə D. O da D variantında. Düzgün cavabımız oldu D variantı. Baxırıq 3-cü suala. Yəni 3-cü sualı təhlil edir. Müəllimin hansı fəaliyyəti şagirdlərdə problem həll etmə bacarığının formalaşdırılmasına az xidmət eləyəcəkdir? Hansında şagirdlərdə problem həll etmə bacarığı az formalaşmış olacaq? Yəni variantlara baxaq. Müəllim şagirdlərə müşahidə zamanı əldə etdikləri məlumatları təhlil etməyə, dəyərləndirməyə yönəldən suallar ünvanlayır. Yəni uşaqlar baxırlar, müşahidə edirlər, onları təhlil edirlər. Burada uşaqlarda problem həll etmə bacarığı formalaşır. Problemi həll etmək üçün gərək müşahidə edirlər, təhlil edirlər, dəyərləndirirlər ki, problemi həll etsinlər. Burada əladır. Burada hər şey qaydasındadır. B-yə baxaq. Problemin həlli proseslərini şagirdlərə aydın şəkildə çatdırmaq üçün onlara real həyatı situasiyalar təqdim edir. Bəli, uşaqlara real həyatda nümunələr gətirirəm. Onları təqdim edirəm uşaqlara. Bu doğrudur. Ümumiyyətlə, tədrisi real həyatla, situasiyalarla əlaqələndirmək çox yaxşıdır. Bu da doğrudur. Şagirdlərə birgə çalışsa, bir-biri ilə fikirlərini paylaşa biləcəkləri layihə işi verərək dəstəkləyici mühit yaratır. Yəni, şagirdlər bir yerdə işləsinlər, layihə şəklində işləsinlər və dəstəkləyici mühit yaradılır deyir sinifdə. Dəstəkləyici mühit nə idi? Sağlam psixoloji ortam, bir-birinin fikirlərinə qarşı tolerantlıq göstərmək və s. Yəni, bir yerdə problemi həll edilir. Burada hər şey qaydasındadır. Müəllim şagirdlərin çətinliklə qarşılaşdıqda emosional sabitlik nümayiş etdirmələrini təmin etmək üçün onlarda müxtəlif praktik məşğələlər verir. Bayaq kimi də, yəni dəstəkləyici mühit yaradır, praktik məşğələlər verir. Burada hər şey qaydasındadır, yəni real tətbiqlə bağlıdır. Daha sonra Y variantına baxaq. Müəllimin təqdim etdiyi problemin həll yolunu şagirdlərə aydın təlimatlarla çatdırır, lazım gəldikdə konstruktiv rəylə təmin edir. Deyə bilərsən, mən bu yaxşı cümlə daxil konstruktiv rəylə təmin edir, nə gözəl, əla, bu hissəsi düzdür. İndi cümlə əvvəlinə baxın, müəllimin təqdim etdiyi problemin həll yolunu, müəllim də problemi həll yolunu özü təqdim elədirsə, şagirdə nə qaldı ki? Şagirdə heç nə qalmadı ki. Şərtdə də deyir ki, müəllimin hansı fəaliyyəti şagirdlərdə problem həll etmə bacarığı formalaşmasına az xidmət edəcək. Burada müəllim problemin həll yolunu özü təqdim eləyir və aydın təlimatla çatdırır ki, bunu belə, bunu belə, bunu belə eləyin. Problemin həll yolunu özü eləyirsə, uşağa heç nə qalmadı axı. Deməli, az xidmət eləyən hansı olacaq? Y variantı. Baxırıq 4-cü suala. Uyğunluq gözlənilibdir. Yəni, məntiq xətalarla bağlı. Argumenti kənara qoyaraq öz mövqeyini gücləndirmək. Hə, demək istəyirsiniz ki, mənim savadım yoxdur. Demək istəyirsiniz ki, mən yaxşı valideyn deyiləm. Deyilən fikri qırağa qoyur, öz fikrini gücləndirir. Bu hansı xəta idi? Bəli, bu elə boş adam məntiq xətasıdır. Burada uyğunluq gözlənilib deyəni nə axtarırsınız? Burada qeyd olunan fikirlə qarşıda yazılan söz üst-üstə düşməlidir. Boş adamdır, doğrudur. Qarşısına nə yazıb? Doğru, üst-üstə düşür. Biri götürəcəksiniz. Danışanın fikrini yayındıraraq səsləndirdiyi fikirlər fərqli istiqamətlərdə çox bilmiş uşaqlardır. Deyir, bayaqki sualda kimi, deyir, mən telefonla oynamırdım ki, bildirişlərə baxırdım, deyir. Bu çox mənalı danışmaqdır. Qarşısına yazılıb yanlış. Uyğunluq gözlənilməyib, 2-nə çıxıram. 3-ə baxırıq, fikri əsaslandırmaq üçün deyilmiş fikir sadəcə dəyişmək. Bəli, elə cümlə əvvəlinə axırı deyilən fikirlə də təxmini eyni olur. Bayaqki nümunədə oxuduğumuz kimi. Sirkulyardır, qarşısına da doğru yazılıb, bunu götürəcəksiniz. Hörmət edilən şəxs nəyəsə inanırsa, bu onun doğru olduğunu düşünmək. Bəli, bu şəxs nəyəsə inanırsa, deməli filan kəs eləyibsə, o eləyirsə, hörmət edilən bir şəxs, bu məşhur bir şəxs ola bilər demişdi, aktyor ola bilər, müəllim, fərqi yoxdur. O eləyirsə, mən də eləməliyəm, bu özümü ona bənzədirəm. Bu doğrudur, qarşısına nə yazılıb? Yanlış. Uyğunluq gözlənilibmi burada? Xeyr, gözlənilməyib. Harada üst-üstə düşdü fikirlər? Doğruya doğru desə uyğunluq gözlənilib, yanlışa yanlış deyəndə uyğunluq gözlənilir. Düzgün cavabımız hansı oldu? Bəli, D variantı. Daha sonra baxırıq 5-ci suala. Yaradıcı təfəkkürlə bağlı hansı fikir doğrudur? Deməli, yaradıcı təfəkkürə aid olan doğru fikir lazımdır bizə. Yəni, fikirlərə baxaq. Müxtəlif həll yollarının ola biləcəyini düşünün. Bəli, müxtəlif həll yolları, yeni həll yolları axtarsa, bu yaradıcılıqdır. Müxtəlif yollar axtarın. Bu düzdür. Hələ düzü soruşurlarsa elə bu variantı, yəni digər variantlarda baxaq. Etibarlı mənbələrdən informasiya toplayırımsa, deməli, məndə tənqidi təfəkkür var. Dilemmalar üzərində müzakirə aparmaq, fikirlərini əsaslandırırsanız təfəkkürdür bu. Fikirlərini əsaslandırır, müzakirə eləyir, öz mövqeyini gücləndirir və s. Bu da tənqidi təfəkkürdür. Problemin yaranma səbəbini araşdırmaq,
əsaslandırmaq, araşdırır, etibarlı informasiyaları toplayır. Bu da tənqidi təfəkkürdür. Problemi sadə yolla həll etmə hansı təfəkkürdür? Bunu dərsdə də qeyd etmişdik, yazmışdıq lövhədə. Problemi sadə yolla həll etmə hansıdır? Bəli, məntiqi təfəkkür. Bir də yaradıcı təfəkkür seçinilir. Onsuz tapmışıq variantı, sadəcə digər variantlarda təhlil edirik. Düzgün cavab oldu A variantı. Baxırıq 6-cı suala. Təfəkkürə aid edilə bilməzdir. Yəni təfəkkürə aid olmayan bir fikir axtarmalıyıq. A'dan başlayaq oxumağa. Təfəkkür insan zehnində baş verən idraki proseslərdir. Bəli, yəni zehnimizdə baş verən idraki proseslərdir. Bu doğrudur. Bir də yanlış cavab lazım. Təfəkkür xüsusi bir sahə ilə bağlı olan elementləri əhatə edir. Yəni hər hansı bu necə deyim, faktoloji, terminoloji bilik deyil ki, təfəkkür xüsusi bir sahəyə aid olan elementlərdən ibarətdir. Hər hansı bir sahəyə, nə bilim, tibb sahəsi olsun və yaxud da fizika fənni olsun. Bu fizika fənni sahəsinə aid olan elementlərdən ibarətdir. Bu doğru fikirdirmi? Xeyr, bu bilikdir. Yəni belə baxanda nədir ki, bu bilik deyil axı. Yəni əzbərçi bir məlumatlar deyil ki, bir sahəyə aid olan sözlər bilmək elə təfəkkürün olduğunu göstərirmi? Xeyr, bu yanlışdır. Digər variantlarda oxuyaq ki, təfəkkür haqqında ətraflı məlumatlı olmuş olaq. Təfəkkür insanda psixoloji assosiasiya, yəni əlaqə qurmaq, müxtəlif modellər formalaşdırmağa kömək edir. Bəli, beynimizi bir hərəkət elətdirir. Təfəkkür informasiya axtaranda, ümumiləşdirmələrdə və s. fəaliyyətlər zamanı formalaşır. Yəni, beynimizdə idraki proseslər baş verəndə təfəkkür bizdə formalaşır. Bu da doğrudur. Təfəkkür refleksiya yolu ilə metakognitiv bilikləri formalaşdırır. Bəli, təfəkkür yəni öz-özümüzə sual verir, beynimizi işlədirir, beynimizdə proseslər gedir, təfəkkür formalaşır bizdə. Bu da doğrudur. Yanlış cavab oldu B variantı. Baxırıq 7-ci suala. Uyğunluğu tapın. Nə axtarırıq? Doğrudan doğru, yanlışdan yanlış. Gəlin axtaraq. Tənqidi təfəkkürə malik şəxslər əsassız fikirləri bir-birindən ayırırlar. Əsaslı fikri əsassızdan ayıran, düzü səhvdən ayırıramsa, deməli hansı təfəkkür var məndə? Bəli, tənqidi təfəkkür var məndə. Bu fikir necə fikirdir? Doğrudur. Mən fikirləri oxuyuram, dəyərli müdavimlər. Siz deyirsiniz ki, düzdür yoxsa səhvdir? Tənqidi təfəkkürə malik şəxslər orijinal yollar tapmaqda səriştəli olur. Yeni yol, orijinal yollar tapırsa, bu tənqidi təfəkkürdür yoxsa yaradıcı təfəkkür sizcə? Əlbəttə ki, bəli, yaradıcı təfəkkürdür. Tənqid nə olsun ki, orijinal yeni yollar, yeni müxtəlif həll yolları tapanlar yaradıcı. Baxın, bayaqki suallara getdi o sual. 5-ci sual. Müxtəlif həll yolları, orijinal yollar tapan yaradıcı təfəkkür. Tənqid deyil. 2 səhvdir, 2-ni götürmürsünüz. Baxırız 3-cü suala. Deyir ki, insan düşünərkən yalnız bir düşünmə formasından istifadə etmir. Düzdür də, düşünmənin bir neçə formasını keçmişdik də biz. Verbal düşünmə, induktiv, deduktiv, sistemli, ardıcıl və s. və s. Deyir ki, bir düşünmə formasından istifadə etmir. Elə düzdür, etmir. Bu doğrudur. Yəni cümlənin sonunu oxumaq çox lazımdır. Deyir, bir düşünmə formasından istifadə etmir. Bəli, edir olsa səhv olardı. Etmir deyir, düz deyir. Götürmürsünüz. Tənqidi təfəkkürə malik olan şəxslər müəyyən məsələ qeyri-standart yanaşma. Məsələ elə bir standartlardan kənara çıxan qeyri-standart yanaşma hansı təfəkkürdə deyilir? Bunu dərs eləyəndə də vurğulamışdıq. Bəli, qeyri-standart, qeyri-adi yanaşamsa, bu yaradıcı təfəkkürdür. Tənqid yazılıb səhvdir. Deməli, nəyi götürəcəksiniz? 1 ilə 4. Doğrudan doğru, yanlışdan yanlış. Baxırıq 8-ci suala. Verilən mövzunu araşdıran şagird düşünür ki, əvvəlcə etibarlı mənbələri müəyyənləşdirməli, sonra, əvvəl, sonra. Bunu dərsdə də demişdik, əvvəl, sonra. Birinci bunu, ikinci bunu. Əvvəl bunu eləməliyəm, sonra məlumatları qruplaşdırıb təhlil etməliyəm. Hansıdır düşünmə formasına uyğun gəlir düşünmə. Əvvəl bunu edirəm, sonra bunu edirəm. Birinci bunu, sonra ikinci onu. Hansı düşünmə idi? Bəli, ümid edirəm ki, artıq cavabı özünüz tapdınız. Bəli, bu ardıcıl düşünmə, addım-addım, ardarda gedir bütün proseslər. Bu ardıcıl düşünməyə aiddir. Doğru cavab oldu D variantı. Divergent, kim idi divergent? Çalışqan idi. Bəli, bunu demişdim, belə yadda saxlayaq. Çalışqan idi. Konvergent necə idi? Tənbəl. Yəni, bu bizim kimi tənbəl deyil, təbii ki, nətər tənbəldir? Yəni, divergentə nisbətən tənbəldir. İndi gəlin, o xüsusiyyətləri tapaq. Gəlin, də çalışqan uşağa aid olan fikirlər axtarmalıyıq. Əlavə fikirlər tapmaqda yaxşıdırlar. Çalışqan uşaqlar əlavə fikirlər tapırlarmı? Bəli, yaxşıdırlar əlavə fikirlər tapmaqda. Problemin
həllinə yaradıcı yanaşmırlar. Bu səhvdir. Bu getdi. Biz onsuz da buradan bir dənə biri götürdük. Keçək, gəlin konvergentdən də axtaraq, sonra ortağını taparıq. Yeni fikirlər tapmaqda çətinlik çəkirlər. Bəli, yeni fikirlər, əlavə fikirlər tapmaqda çətinlik çəkirlər. Kimlər? Tənbəl uşaqlar. Deməli 5-də götürürsünüz. İndi nə edəcək? Ortaq tərəfini tapacaq. Tez nəticəyə gəlmək qabiliyyəti yüksək olur. Bu kimdir sizcə? Tez nəticəyə gəlirlər. Niyə tez nəticəyə gəlir? Çünki əlavə yollar axtarmırıq ona görə. Bu kimə aiddir? Bu konvergentə aiddir. İkisini ortağı kimi götürə bilərsinizmi? Xeyr, götürə bilmərik. Situasiyaya uyğun səmərəli qərar çıxardılar. Yəni hər ikisi səmərəli düşünmə formasıdır da. Bu da doğrudur. Deməli düzgün cavabımız oldu 1, 4, 5. Düzgün cavab oldu D variantı. Baxırıq 10-cu suala. Başlayaq fikirləri oxumağa. Deməli bizdən nə soruşurlar? Yanlış fikirləri. Tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkür inkişafı vacib. Məntiqi olmalıdır ki, məntiq inkişaf eləməlidir ki, bizə tənqidi yaradıcı təfəkkür olsun. Doğru deyil. Bizə səhv cavab lazımdır. Gələnən nəticələrin doğru olması üçün onları əmələ gətirən prinsiplərin də doğru olması şərtdir. Yəni nəticəyə gəlmək üçün, bu nəticəyə gəlmək üçün hansı prinsiplərdən istifadə eləmiş, nətər gəlmiş o nəticədir. O yollar da düz olmalıdır. Hətta düz deyir. Düz olmalı ki, mən düzgün nəticəyə gəlim də axırda. Ardıcıl düşünən şagird bir addımı bitirdikdən sonra bir addımı bitirir, sonra ikincisinə keçir, ikini bitirir, üçə keçir. Bu ardıcıl düşünməyə aiddir. Düz deyir, səhv deyir. Düz deyir. Bəli, bunun öncəki sualda bu dəqiqə izah elədik 8-ci sualda. Bəli, bu ardıcıl düşünmədir. Bu da düzdür. Verbal düşünən şagird sxemlərdən, cədvəllərdən istifadə edir. Sxemdən, cədvəldən dəqiqə, bunu daha kvadrat halına salaq. Sxemlərdən, cədvəllərdən istifadə eləyənlər verbal idi, yoxsa qeyri-verbal idi? Bəli, sxem, çertyoş, xəritə, bunlar qeyri-verbaldır. Verbal nə idi? Səsli şəkildə, sözlərlə düşünənlər idi. Bu fikir düz oldu, səhv oldu? Bəli, bu fikir səhv oldu. Deməli, yanlış cavab soruşulur. O da D variantıdır. Analoji düşünməni, müqayisə bacarığının formalaşdırılması məqsədi istifadə etmək olar. Bəli, bir növ analoji düşünmə ilə bağlı qarşıda bir situasiya tipində suallar görəcəyik sizdə. Analoji düşünmə, müqayisə, iki fərqli əşya, nə bilim, əşya olsun, hadisə arasında oxşarlıq tapır, müqayisə edir onları. Bu analoji düşünmədir. Bu doğrudur. Deməli, yanlış cavabımız oldu D variantı. 11-ə baxırıq. Avtomobildə yanacağın tam yanmaması qara tüstünün yaranmasına səbəb olur. Bu isə ekologiyanı çirkləndirir, havada oksigen azalması ilə nəticələnir, havanın çirklənməsi, oksigen azalması ilə ağciyərin funksiyalarına da təsir edir. Dəyərli müdavimlər, dəyərli müəllimlər, ən rahat variant tapmaq üçün sizə bir yol deyim. Əgər hadisələrin bir-birinə təsiri varsa, baxın, avtomobil yanacağı yanmır, bu nəyə təsir edir? Ekologiyanı çirkləndirdi. Ekologiya çirklənəndə ağciyərlərimizin həyat tutumu və s. funksiyası zəiflədir. Bunlar hamısı bir-birinə təsir edir. Əgər bir neçə hadisə bir-birinə təsir edirsə, bu sistemli düşünməyə aiddir. Bunlar elə bir dünyanın bir sistem kimi düşünürlər. Avtomobil yanmadı, ekologiya çirkləndi, ekologiya çirkləndi, oksigen azalır, oksigenin azalması ağciyərlərimizin funksiyasına. Yəni bu hadisələr bir-birinə təsir eləyirsə, bir-birinə təsirini görsəz, bilin ki, bu sistemli düşünməyə aiddir. Burada ardıcıl nəsə görürsünüz? Yox, görmürsünüz. Ardıcıl bayaq dediyimiz kimi bir addım qutarır, ikincinə keçir və s. Amma hadisə baş verib bir-birinə bu hadisə təsir eləyirsə, deməli bu hansı düşünməyə aiddir? Sistemli düşünməyə aiddir. Birazdan qarşıda yenə sistemli düşünməyə aid suallar olacaq. Orada mən yenə sizə sual verəcəm. Deməli hadisə bir-birinə təsir eləyirsə, bu sistemli düşünməyə aiddir. Baxırıq 12-ci suala. Deməli, 11-də oldu sistemli düşünmə B variantı. Baxırıq 12-yə. Deyir, şagird fizika dərsində elektrik dövriyyəsinin işləmə prinsipini öyrənir. O, bunu şəhərdəki yol hərəkəti ilə müqayisə edir və belə nəticəyə gəlir ki, avtomobillər yollar bağlı olduqda hərəkət edə bilmədiyi kimi elektrik dövriyyəsi qapalı olduqda da cəryan axmır. Deməli, bu yolla, necə deyim, yolda olan
tıxacları və s. müqayisə edir. Nə ilə? Elektrik cəryanı ilə, dövriyyə ilə. Bu dəqiqə dedik ki, iki fərqli hadisənin arasında müqayisə eləmək. Müqayisə varsa, bənzətmək varsa, onlar arasında oxşarlıq tapırsa, bu hansı düşünmə formasına aid idi? Onlar arasında oxşarlıq tapır, onlar bir-birinə bənzədir. Deməlidir ki, avtomobillər yollar bağlı olduq, hərəkət edə bilmədiyi kimi elektrik dövriyyəsi qapalı olduqda cəryan da axmır deyir. Baxın, iki hadisə arasında oxşarlıq, bənzətmə tapırsa, hansı düşünmədir bu? Ümid edirəm ki, cavabı artıq özünüz tapdınız. Bəli, bu analoji düşünməyə aiddir. Baxın, bayaqki sualda Y variant analoji düşünmə müqayisə bacarığını. Bundan o birisini müqayisə edir. O hadisə ilə o biri hadisəni bənzədir, oxşarlıq tapırsa, bu analoji düşünməyə aiddir. Baxırıq 13-cü suala. Şagirdlərdə müşahidə etmək bacarığını formalaşdırmaqla bağlı hansı fikir doğrudur? Dəyərli müdavimlər, cavabı burada mən demirəm, özünüz tapın. Birinci sualda demişdik, müşahidə varsa, baxın, müşahidə bacarığından söhbət. Birinci sualda var idi. Qayıdırıq birinci suala. İndi biz yavaş-yavaş qaydana qədər dəyərli müdavim. Müşahidə nə demişdik? Nə görsəz müşahidə idi bu? Nə görsəz? Bəli, baxın, qeyd eləmişik. İzləmək, fəaliyyətə baxmaq, izləmək varsa bu müşahidədir. İndi gəlin 13-cü sualda onu axtaraq. Bizdən də onu soruşurlar. Gəlin axtaraq. Deyir, müşahidə görən kimi sevinib A variantını götürmür, cümlənin axırına baxmalıyıq. Müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğu təhlil edilir. Təhlil eləyirsə, bu, necə deyim, analiz aparır. Bu deyil. Diskusiyalar, debatlarda aparılan zaman iştirak etmək. Diskusiyalar, debatlarda iştirak edirəmsə, bu ünsiyyətdə danışmaqdır. Bu da deyil. Bizə müşahidə lazımdır. Müxtəlif insanların fəaliyyətlərinə baxmaq, müşahidə baxmaq, həmçinin analoji fəaliyyətlərə məşğul olan insanların təcrübəni izləmək, baxmaq harda olur? Müşahidədə olur. Bəli, düzgün cavab oldu. C variantı. Bu fəaliyyətə şahidlər uğursuzluqları gözlənilən olduğu, bu zaman yenidən cəhd eləyirlər, işi dayandırırlar. Bunu bayaqlarda demişdik. Bəli, təcrübənin aparılmasında, təcrübə aparmaq idi bu da. Bu təcrübə aparmaqda Y variantına da baxaq. Bu bacarığı inkişaf etdirmək üçün sinifdə fərqli mövzu, diskusiyalar, debatlar, çıxışlar etməksə, bu da ünsiyyətdir. Bizə ünsiyyət lazımdır. Yox, bizə müşahidə lazımdır. Müşahidə harda oldu? C variantında oldu. Bəli. Baxırıq 14-cü suala. Hansı tapşırıq şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmır, deyir. Tənqidi təfəkkürə aid olmayan bir fikir axtarmalıyıq. Gəlin bəndləri təhlil edək. Bu bəndləri təhlil etmək çox yaxşıdır ki, bir növ tənqid təfəkkürü haqqında biraz ətraflı məlumat əldə etmiş oluruq. Təbiətdə qida zənciri mövzusunu fərqli kitablardan araşdırmaq, etibarlı mənbələrdən araşdırmaq, əsaslandırmaq hansı təfəkkürdür? Bəli, dəyərli müdavimlər, tənqidi təfəkkürdür. Hətta qarşısına gəlin tənqid sözünü yazaq. Tənqidi təfəkkür. Sonra B-yə baxaq. Finlandiya təhsilini Cənubi Koreya təhsil sistemi ilə müqayisə edərək dəyərləndirmək, əsaslandırmaq, mövqeyini bildirmək. Bu hansı təfəkkürə aiddir? Bəli, bu da tənqidi təfəkkürə aiddir. C variantına baxaq. İnternet resurslarından istifadə edərək Kür və Araz çayların təsərrüfat əhəmiyyətini təhlil etmək, araşdırmaq, təhlil etmək hansı təfəkkürdədir? Bəli, tənqidi təfəkkürdədir. Hər şey qaydasındadır. Bura qədər düzdür. NATO təşkilatına üzv olan ölkələri sadalamaq və fəaliyyətlərini söyləmək. Dəyərli müdavimlər, dəyərli müəllim, mən sizə sual verirəm ki, NATO təşkilatına üzv olan ölkələr sayın, sadalayın. Burada təfəkkür işə düşür ümumiyyətlə, tənqidi olmasın, ümumiyyətlə təfəkkür işə düşür? Yox. Bu hazır bilikdir də. Bu, necə deyim, yadınıza salırsınız, xatırlayırsınız, suala cavab verirsiniz. Faktoloji biliyim olsa kifayətdir də. Burada təfəkkür qaldı ki, elə tənqidi təfəkkür. Burada ümumiyyətlə təfəkkür işə düşmür. Bu yaddaşa, hafizəyə əsaslanan sualdır. Deməli, yanlış cavabımız oldu D variantı. D-də təfəkkür yoxdur ümumiyyətlə. Y variantına da baxaq. Leyli və Məcnun əsərinin müxtəlif nöqteyi nəzərdən dəyərləndirmək, əsaslandırmaq, müxtəlif nöqteyi nəzər qiymətləndirmək hansı təfəkkürdədir? Bəli, tənqidi təfəkkürdür. Səhv olan cavab hansı oldu? D variantı. 15-ə baxırıq. Təfəkkürə aid verilmiş cədvəldə uyğunluğu müəyyən edin. Uyğunluğu tapırsınız. Gəlin fikirləri oxuyaq. Şagird məhsul istehsalı prosesini araşdırarkən müəyyən edir ki, əhalinin alıcılıq qabiliyyəti ilə həmin məhsula olan ehtiyac arasında əlaqənin doğru olduğunu təhlil edir. Burada ardıcıl nəsə gedir burada.
Ard-arda gedir burada proseslər, yox ardıcıl getmir. Sadəcə bir növ səbəb nəticəsini tapır da o haqqda olan məlumatların. Burada deyir ki, məhsul istehsal prosesi araşdıran şagird görür ki, əhalinin alıcı qabiliyyəti ilə həmin məhsula ehtiyac varsa əlaqə, yəni sadəcə əlaqəni tapır da. Bu ardıcıl düşünmədirmi? Yox. Birinci bu oldu, əvvəl bu oldu, sonra bu oldu, üçüncü bu oldu. Belə bir şey deyilmi? Yox. Ardıcıl düşünmə deyil bu. Amma qarşısına doğru yazılıb, uyğunluq gözlənilməyib. Bizə uyğunluq lazımdır. Biri çıxırıq. Daha sonra 2-yə baxırıq. Şagirdlərə sinifi tərk edərkən prosedurlara əməl edilməsinin ardıcıllığı və əhəmiyyəti izah edilib. Daha sonra prosesin simulyasiyasını canlandırmaq. Qaydanı izah eləmişəm, sonra uşaqlar həyata keçir. Qaydanı bilirlər, yerinə yetirirlər. Bu hansı idi? Qaydanı bilirlər, yola çıxırlar. Hansı idi bu? Bəli, deduksiya və yaxud deduktivdir. Qarşısına nə yazılıb? Doğru. Üst-üstə düşürmü? Düşür. Bir 2-ni götürəcəyik. Müəllim şagirdlərə ekoloji təmiz şəhər layihəsini hazırlamaq tapşırır. Yəni şagirdlər ekoloji layihə hazırlayırlar. Layihə hazırlayanda uşaqlar təbii ki, alternativ yollar axtarmalıdırlar. Layihə hazırlamaq üçün əlavə yollar və s. və s. Yəni çalışqan olmaq lazımdır layihəni hazırlamaq. Bu fikir olaraq doğrudur, divergentdir. Yəni əlavə yollar axtarmaq yaxşı olmalı ki, mən durum layihə hazırlamaq. Qarşısına yanlış yazıldığı üçün uyğunluq gözlənilməyib. Ona görə götürməyəcəksiniz burada. Daha sonra 4-ə baxırıq. Sürücü xəritəyə baxıb tıxac olan yolları müəyyən edir və ona əsasən avtomobili idarə edir. Yəni qaydanı bilir, hərəkət eləyir də. Bilir ki, hansı yollarda tıxac var, sonra həmin yollardan sürmür də, başqa yollara qaydanı bilib hərəkət eləyir. Bu analoji düşünməkdirmi? Xeyr, analoji düşünmək nə idi? İki fərqli hadisə arasında oxşarlıqları, eynilikləri tapmaq. Bayaqki kimi. Nəqliyyata baxır, sonra deyir ki, hə, yol bağlı olanda maşınlar hərəkət elə bilmir. Deməli, cəryan da bağlı olanda axın olmur və s. Yəni, iki fərqli hadisə arasında oxşarlıq əlaqə tapır da, onlar arasında eynilik tapır. O da analoji düşünmür. Qaydanı bilib hərəkət eləmək niyə analoji olsun ki? Bu yanlışdır, qarşısında nə yazılıb? Yanlış. Yanlışa yanlış dediyi üçün uyğunluq gözlənilmişdir. Deməli, düzgün cavabımız nə oldu? 2, 4. Davam edirik, dəyərli müdavimlər. 16-ya baxırıq. Aşıq Ələsgərin Çataçat şeiri dodaq dəyməzdir. Nə gözəl. Şeirdə M, B, P samitləri iştirak etmir. Deməli, dodaq dəyməzdə M, B, P samitləri iştirak etmir. Dəyərli müəllimlərimiz, burada qaydanı sonradan öyrəndi, yoxsa bilib yola çıxdım? Biraz sualı sonunu oxuyun. Deməli, dodaq dəyməzdə, nəinki Aşıq Ələsgərin Çataçat şeiri, ümumiyyətlə dodaq dəyməzlərdə bu samitlər iştirak etmir. Bu qayda hardadır sizcə? Bəli, ümumi qaydanız buradadır. Qaydanı yuxarıda desəydim ki, dodaq dəyməzdən M, B, P samitlər iştirak etmir. Aşıq Ələsgərin Çataçat şeiri, digər şeir, o birisi şeir, qaydanı deyəndən sonra nümunələr gətirsəydiniz, deduksiya olardı. Burada birinci nümunəni deyib, axırda qayda çıxardır. Deməli, hansına aiddir bu? Bəli, induksiya, yəni induktiv düşünmə. Düzgün cavabımız oldu A variantı. Ona görə cümlələri bütöv şəkildə oxumaq çox vacibdir. 17-yə baxırıq, dəyərli müdavimlər. Sualı mən oxuyuram, cavabı siz tapırsınız. Elektron cihazlardan uzun müddət istifadə etdikdə insan sağlamlığı üçün təhlükə yarada bilər. Deməli, kompüterdən elektron cihazı istifadə təhlükə yaradır. İndi baxın, nümunə gətirin. Planşet, telefon, elektron cihazdır. Bunlardan uzun müddət istifadə insan sağlamlığı üçün təhlükə yarada bilər. Qaydanı yuxarıda demişəm də, elektron cihazdan uzun müddət istifadəni sağlamlığa ziyandır. Planşet də deyir ziyandır, telefon da ziyandır, kompüter də ziyandır və s. Qaydanı deyəndən sonra 100 dənə elektron cihazın adını nümunə gətirin. Bu induksiyadır, yoxsa deduksiyadır? Bəli, bu deduksiya, yəni deduktiv düşünmədir. Bəli, dəyərli müdavimlər, düz tapmısınız bunu da. Davam edirik 18-ci sualla. Deyir, 9-cu sinif şagirdlərin dərslərə gecikmə halları artıb. Məktəbdə bu problem adətən şagirdlər məsuliyyətsizdir kimi izah olunur. Deməli, 9-cu uşaqlar gecikirlər, məktəbdə də bu belə qəlhəmə alınıb ki, şagirdlər məsuliyyətsizdir kimi izah olunur. Və onlara dəfələrlə xəbərdarlıq edilir. Lakin xəbərdarlıqlara baxmayaraq gecikmə halları yenə davam edir. Produktiv təfəkkür, yəni məhsuldar təfəkkür. Produktiv təfəkkürdən istifadə edən şagird bu vəziyyətdə hansı addımı atar? Yəni, produktiv düşünmədən, produktiv təfəkkürdən istifadə edənlər nə edir?
yeni həll yolları axtarır, fərqli baxış bucaqlarından baxır, məhsuldar bir həll yolu axtaracaqlar. Yəni olduğu kimi saxlamırlar da. Bunlar məhsuldar yeni bir yol axtarırlar, yenidən həll eləyirlər ki, yəni bir cür həll eləyirlər ki, bunu yeni bir yolla həll eləyir və dərsə gecikməyək də, yəni. Baxaq A'dan başlayaq. Gecikən şagirdlər üçün daha sərt cəza tətbiq edilməsi təklif edir. Bu ənənəvi rejimdir, qışqırmaq, hədə qorxu gəlmək. A-na çıxdıq. Əvvəlki illərdə istifadə olunan xəbərdarlıq üsulları dəyişmədən yenidən tətbiq etmək. Bu da avtoritar rejimdir. Xəbərdarlıq eləyirəm və eyni onsuz da şərtdə yazılıb da gecikmə halları artır və xəbərdarlıq olunmasına baxmayaraq yenə gecikirlər. Təzə mən niyə xəbərdarlıq eləyirəm ki? B də getdi. Gecikmələrin nəqliyyat, dərs cədvəli və səhər rejimi kimi amillərdən hansı ilə əlaqəli ola biləcəyini araşdırır, problemin əsas səbəbini yenidən müəyyənləşdirir. Bəli, yəni bizim gecikməyimizin səbəbi nədir? Mən bunlara ayrı-ayrı da baxıram. Yenidən müəyyənləşdirib bu səbəbə uyğun fərqli yollar, yeni yollar axtaranlar produktiv. Yəni bunlar məhsuldar bir fikrin bir həll yolu edir. A-da qışqırır, B-də qışqırır, hədə qorxu gəlir. Bu düzgün, yəni məhsuldar bir çıxış yoludurmu? Yox. Amma baxın C-də deyir ki, problemi əsas səbəbini yenidən müəyyənləşdirir və bu problemə uyğun fərqli həll yolları. Yəni mən fərqli həll yolu eləməliyəm ki, uşaqlar dərsə gecikməsinlər. Bəli, görürsünüz nə gözəl fikirdir. Düzgün cavab C variantıdır. Digər variantlara da baxaq. Digər məktəblərdə tətbiq olunan cəza tədbiri. Digər məktəbdə mənim nə işim var? Deyən də çıxdı. Özü deyir, hələ cəza tədbirlərini başqa məktəbdə onu gətirib öz məktəbimizə tətbiq edib. Bu da səhvdir. Gecikmələrin məktəb həyatının ayrılmaz bir hissəsi olduğunu düşünərək bu vəziyyətə uyğunlaşır. Nə olar ki, məktəbdə hamı gecikir. Nə olsun? Biz də gecikmişik vaxtı ilə. Bu produktiv oldu mu? Nə oldu? Yeni yanaşma yoxdur ki burada. Deməli, Y variantı da yanlışdır. Ümumiyyətlə, produktivlə bağlı yenə qarşıda bir çox suallar görəcək. Yəni, produktiv düşünmə nə oldu? Problemləri dərindən araşdırırlar və problemi yeni həll yollarından istifadə edib həll eləyirlər. Vəziyyətə fərqli cür baxırlar, fərqli baxış bucaqlarından baxırlar və yenidən problemi həll eləyirlər. Yəni, olduğu kimi eləmir, yeni yollarla, yenidən baxır ona. Və necə deyim, problemin səbəblərini dərindən, baxın, burada dərindən araşdırırlar. Deyir, gecikmənin nəqliyyatla mı bağlılığı var, dərs cədvəli ilə bağlı, səhər rejimi kimi amillə hansı ilə əlaqə ola bilər, dərindən gəlib araşdırırlar və onu neyinlər? Yenidən vəziyyəti düzəltməyə çalışırlar. Deməli, düzgün cavabımız oldu C variantı. Bunu biraz da ətraflı izah elədim ki, qarşıda yenə produktivlə bağlı suallar görəndə artıq cavabı özünüz tapmış olasınız. Deməli, düzgün cavabımız oldu C variantı. Baxırıq 19-a. Problem həll etmə bacarığının formalaşdırılması ilə bağlı verilənlərdən hansı yanlışdır? Yəni, problem həll etmə ilə bağlı yanlış fikir tapın. Yəni, variantlara baxaq. İlk olaraq, hər hansı tutaq ki, siz bir problem həll edirsiniz. Hansı fikir səhvlidir? İlk olaraq, həll olunacaq problemin mahiyyətini, xüsusiyyətlərini müəyyənləşdirmək. Yəni, mən hansı problemi həll edirəm? O xüsusiyyətlərinə baxım, görüm, hansı problemi həll edirəm? Bu düzdür. B-yə baxaq. Şagirdlər problemin həllində bir yox, bir neçə həll yollarının ola biləcəyini qəbul etməlidir. Yəni, bir yolla yox, bir neçə həll yolu ilə problemi düzəldə bilərik. Bu da doğrudur. Problemin həlli zamanı müəllim şagirdlərə həll yolu müəyyənləşdirərək fəaliyyətləri barədə onlara təfərrüatlı istiqamət vermək. Yəni, hamısını müəllim təfərrüatlı istiqamət verdi. Uşaqlara nə qaldı ki, hamısını müəllim elədi. Müəllim şagirdlərə həll yolu müəyyənləşdirərək fəaliyyətləri barədə təfərrüatlı istiqamət. Hamısını müəllim dedi, əhatəli müəllimdir. Uşağa nə qaldı? Heç nə qalmadı. Bayaq buna uyğun bir dənə də sual var idi, sinonim sualı idi kopya. Deməli, yanlış cavab C-dir. Digər variantlara da baxaq. Problemin effektiv həlli üçün fəaliyyəti planlı təşkil edilməsi, prosesdə lazım gələrsə fərqli strategiyalardan da yəni lazım olarsa fərqli strategiyadan istifadə edilir, vəziyyəti dəyişə bilirik də, problemi həll etmək lazımdır əsas. Bu da doğrudur. Problemi həll etdikdən sonra prosesi və nəticəni yoxlamaq. Yəni, problemi həll elədinizdir, axırda nəticəni yoxlayın görün. Siz problemi düz həll eləmişsiniz, yoxsa səhv həll eləmişsiniz. Axırda deyir, dəyərləndirin görün. Yaxşıdır, yoxsa pisdir. Bu necə fikirdir? Təbii ki, bu da doğrudur. Yanlış cavabımız oldu C variantı. Baxırıq 20-ci suala. Sağlam və uzun ömür yaşamaq istəyirsənsə, ayaqüstü yeməklərdən və zərərli qidalardan istifadə etməməlisən. Uşaq da qayıdıb deyir ki, A. Demək istəyirsiniz ki, mənim ömrüm qısa olacaq, deyir. Görürsünüz, bu uşaq necə uşaqdır? Şərçi uşaq, şər atan uşaqdır. Müəllim deyir, bu yeməklərdən uzaq durun, zərərli uşaq da qayıdıb deyir ki, A. Demək istəyirsiniz ki, mənim ömrüm az olacaq, mənim ömrüm qısadır. Uşaqdır ki, demək istəyir ki, mən tez öləcəm. Deməli, bu hansı məntiq xətasıdır? Bəli, boş-boş danışan uşaqdır. Boş adam, şər adam, müəllim üçün şər atır ki, demək istəyir ki, mənim ömrüm qısa olacaq. Bəli, bu boş adamın məntiqi xətasına aiddir.
Sonra davam edirik 21-ci sualla. İkinci kursun bütün tələbələri təşəkkürnamə aldı. Deməli, ikinci kursu kim oxuyursa, 500 tələbə oxuyur misal üçün. Hamısı, bütün tələbələri təşəkkürnamə aldı. Təranə də ikinci kursdur, Aygün də ikinci kursdur, Nigar da, Leyla da ikinci kurs tələbəsidir. Ardına özümdən düzüb qoşuram, yenə ətraflı məlumat olsun deyə. Deməli, Təranə də təşəkkürnamə alıb. Sizcə siz bunu indi öyrəndiniz, yoxsa əvvəldən bilirdiniz Təranənin də təşəkkürnamə alacağını? Təbii ki, əvvəldən olsa bilirəm də. İkinci kursu Təranədə oxuyur, Nigar, Aygün, Leyla 500 tələbə oxuyur da. Kim oxuyursa fərq yoxdur. Hamı təşəkkürnamə alır. O yuxarıda demişəm də. Qaydanı bilib Təranəni, Nigarı, Aygünü, Leylanı nümunə gətirəmsə nədir bu? Bəli, bu deduktiv düşünmədir. Çünki yuxarıda qayda deyilib. Baxın, ümumi qayda buradadır. Kim oxuyursa, ikinci kursu bütün hamı. Deməli, ümumi qayda yuxarıda onsa deyilib. Qaydanı deyəndən sonra Təranədir, Nigarda, Aygün, Leyla ora nümunə gətirmişsiniz. Ümumidən birinin xüsusiyə doğru hərəkət. Bu hansındaydı? Deduktiv düşünmədə idi. Bəli, düzgün cavab oldu D variantı. 22-yə baxırıq. Şagird müxtəlif ölkələr haqqında verilmiş məlumatlara əsasən, deməli, məlumatlara əsasən müşahidə edir ki, dənizə çıxışı olan ölkələrdə liman şəhərləri inkişaf edib. Ticarət daha fəaldır və əhali əsasən sahil boyu ərazilərdə cəmləşib. Bu xüsusiyyətləri İspaniya, Türkiyə və İtaliya nümunələrində görən şagird əldə etdiyi müşahidələrə əsaslanaraq belə bir nəticəyə gəlir ki, dənizə çıxışı olan ölkələrdə iqtisadi və demoqrafik inkişaf sahil zonasında daha sürətlidir. Baxın, uşaq müşahidə eləyir ki, ticarət dəniz ətrafı hissələri müşahidə eləyir. İspaniyanın, Türkiyənin, İtaliya nümunələri görən uşaq, baxın, nümunələrdən özünə belə bir qayda çıxardır ki, deməli, dənizə çıxışı olan ölkələr, həmin sahil ərazisində yaşayanlar da inkişaf eləyibdir. Nümunələrdən sonra nə eləyib? Özünə bir qayda çıxardı. Bu nəyə aiddir? Bəli, İspaniya, Türkiyə, İtaliya nümunələrinə baxıb, sonra özünə belə bir qayda çıxardıbsa, bu nə idi? Bəli, bu induktiv düşünmədir. Bəli, xüsusiyyətlərini daha çox vurğulayıram ki, cavabı siz tapasınız məndən öncə. Bəli, bu induktiv düşünmədir. 23-ə baxırıq. Deyir ki, 23-cü sualda. Məktəbin həyətindəki idman meydançası yağışdan sonra palçıq səbəbindən istifadə yararsız hala düşür. Deməli, yararsız hala düşübdür. Əlavə büdcə olmadığı üçün meydançanın yenidən qurulması mümkün deyil. Bu vəziyyətdə iki şagird fərqli yanaşma nümayiş etdirir. Deməli, birinci şagird nədir? Birinci şagird torpağın quruluşu və suyun axını kimi amilləri araşdıraraq torpaq qatının dəyişdirilməsi və suyun istiqamətləndirilməsi kimi həll yolları irəli sürür. Deməli, yeni bir şey axtarmır. Uşaq mövcud şəraitdə həll yolu tapmağa çalışır. Mövcud şərait nədir? Palçıq olub, idman meydançası. Və deyir, birinci şagird nə edir? Bu kimi amilləri araşdıraraq torpaq qatının dəyişdirilməsi və suyun istiqamətləndirilməsi kimi həll yolu, mövcud vəziyyətdə, mövcud şəraitdən yollar tapır. Yollar tapıb və tətbiq edir. İkinci şagird nə edir bəs? İkinci şagird üçün mövcud şəraiti nəzərə alaraq meydançadan qismən istifadəni və dərs qrafikinin uyğunlaşdırılmasını təklif etməklə problemin təsirini nə edir? Azaltmağa çalışır. Gəlin, ümumən sualı təhlil edin. Deməli, daha doğrusu birinci uşaq həll yolları irəli sürür. İkinci şagird nə edir? Xüsusiyyətdə yerlərini səhv oxuduq. Birinci şagird, baxın, həll yolları irəli sürür. Deməli, baxın, şərtdə yazıb, amilləri qruplaşdırır, torpaq qatını dəyişdirmək, suyun istiqamətini, həll yollar, bu birinci həll yolları irəli sürür. İkinci şagird isə mövcud şəraiti nəzərə alaraq, ikinci uşaq idi. Biz sadəcə birinci yenə dedik. İkinci şagird isə mövcud şəraiti nəzərə alaraq, hal-hazırki şərait nədir? Meydança palçıq olub da meydançamız. Mövcud şəraiti nəzərə alaraq meydançanın qismən istifadəni və dərs qrafikini uyğunlaşdırılması. Mövcud şərait nədir? Meydança palçıqdır. İndi biz dərs qrafikimizdə mi dəyişik eləyirik, həmin saatda mı idman zalında olmarıq? Yəni, əlimizdə nə varsa, bu dəqiq mövcud vəziyyətə uyğunlaşmağa çalışacaq. Mövcud şəraitimiz odur ki, meydançamızda palçıq olub, idman zalımız yararsız vəziyyətə düşüb. İndi şəraitə uyğun olaraq dərs qrafikimizi mi dəyişərək, nə edərik? Vəziyyətə uyğunlaşmağa çalışacağıq da, yəni. Görək ki, vəziyyətə necə uyğunlaşacaq. Deməli, mövcud şəraitdə vəziyyətə uyğunlaşan, şəraitdən yollar tapanlar kimlər idi? Bəli, bu
praktikdir. Praktikada da təcrübəmizə onu reallaşdırırıq. İkinci uşaq deməli nədən istifadə edir? Praktik düşünmədən istifadə edir. İkinci şagird çünki mövcud vəziyyətdən qərarlar verməyə çalışır. Birinci şagird baxın nə edir? Baxın cümlənin əvvəlinə baxın. Əvvəlcə büdcə olmadığı üçün meydança yenidən qurulması mümkün deyil. Bu vəziyyəti iki şagird fərqli fikirdir. Birinci şagird ki, torpağın quruluşunu, suyun axını kimi amilləri araşdıraraq torpaq qatının dəyişdirilməsi və suyun istiqamətləndirilməsi kimi həll yolları irəli sürür. Deməli, birinci uşaq nə edir? Birinci uşaq yeni və fərqli yollar, yenidən, yəni hər hansı bir problem olur, həmin problemə yeni yollar təklif eləyir. Nə edir? Suyun istiqamətləndirilməsi, suyu fərqli bir yerdən axsın. Yəni eyni yerdən axmasın da, çünki orada palçıq əmələ gəlir. Suyun fərqli istiqamətlərə axıdılması kimi həll yolları irəli sürür. Deməli, situasiyanı uşaqlar dərindən araşdırdılar və yenidən təşkil edilir. Vəziyyəti düzəltməyə çalışırlar. Onlar kimlər idi? Məhsuldar, yeni yollar irəli sürən, fərqli yollar irəli sürənlər kimlər idi? Bəli, produktiv idi. Birinci produktivdir, ikinci praktikdir. Praktik nə oldu? Çünki mövcud şəraiti nəzərə alaraq yol təklif edirlər. Əlimizdə olan nəticə oradan çıxış eləyəcəklər. Deməli, elə bir variant axtarmalısınız. O da hardadır? Elə C variantında. Birinci şagird produktiv, ikinci şagird isə praktik hardadır? Baxın, hə, sonunda yazılır praktik. Deməli, düzgün cavabımız oldu C variantı. Ona görə sualın şərtini dəqiq təhlil etmək lazımdır ki, doğru variantı tapaq. Birazdan yenə soruşacağım bu sualları. Vəziyyəti dərindən təhlil edib, vəziyyətə yenidən təşkil edənlər, fərqli baxış, yeni baxış bucaqlarına baxanlar kimlər oldu? Bəli, produktiv təfəkkür, yəni məhsullarda yeni yollar axtarırlar, məhsuldar iş görürlər. Amma mövcud şəraitdən nəzərə alaraq mövcud şəraitdən həll yolları təklif edirlər. Vəziyyəti anlayırlar, vəziyyətə uyğunlaşmağa çalışırlar. Vəziyyətimiz nə idi? Meydança palçıq olmuşdu. Həmin vəziyyətə uyğunlaşaraq vəziyyətdən çıxış yolları axtarırlar. Onlar isə kimlərdir? Praktik, yəni bir növ təcrübə əsasında olur, praktikadır. Elə o sözlə də yadda saxlaya bilirdik. Baxırıq 24-cü suala. Uyğunluğu tapın deyir. Doğrudan doğru, yanlışdan yanlış. Sinifdə proyektor işləmədikdə şagird mövcud materiallardan istifadə edərək, yəni əlimizdə olan material nədir? Bu dəqiqə dedik. Mövcud şəraitdən, mövcud vəziyyətdən istifadə eləyərək fasiləsiz davam etməyi təklif edir. Əlimizdə nə varsa oradan çıxış eləyir. Real vəziyyətə uyğunlaşan, real vəziyyətdə mövcud şəraitdə həll yollar tapanlar kimləri idi? Praktik idi, yoxsa produktiv idi? Bəli, produktiv nə edirdi? Yenidən təşkil edirdi, yeni bir fərqli yol axtarırdı. Bu praktikdir. Mövcud vəziyyəti nəzərə alaraq hərəkət edən praktikdir. Bu düzdür. Ümid edirəm ki, artıq praktik haqqında ətraflı məlumatımız oldu. Daha sonra 2-yə baxırıq. Şagird parkda tullantıların artmasını insanların maarifləndirmə zəifliyi ilə əlaqələndirib maarifləndirici kampaniyalar təşkil etməyə təklif edir. Deməli, bu vəziyyətlə bağlı nə edir? Bir kampaniya təşkil edir. Yeni bir şeydir də, yəni məhsuldar bir addımdır bu. Kampaniya təşkil edir ki, insanlar parklarda tullantı məhsullarını atmasınlar və s. Deməli, yeni bir yol təklif edir. Yenidən təşkil edir ki, vəziyyəti parkda bunun qarşısını alaq. Bu dil produktivdir. Bu məhsuldar bir yanaşmadırmı? Bəli, düz deyir də, məhsuldardır bu. 2 doğrudur. 3-ə baxırıq. Riyaziyyat tapşırıqlarını həll edən şagird əvvəlcə verilənləri müəyyənləşdirir, sonra uyğun qaydanı seçir, ardıcı hesablama aparır, sonra əvvəl bunu edir, sonra o birisini edir, sonra o birisini edir, sonra nəticəni yoxlayır. 1, 2, 3, 4, 5 ard-arda gedirsə hansıydı bu? Addım-addım gedir. Bəli, bu ardıcıldır, doğrudur, götürmürsünüz. Şagird bilir ki, bütün canlılar suya ehtiyac duyur. Bütün hamı suya ehtiyac duyurdu. Qaydanı demişəm yuxarıda. Bitkilər də canlıdır. Buna görə də nəticə çıxarır ki, bitki susuz qaldıqda inkişaf etməyəcəkdir. Qaydanı yuxarıda demişəm. Bütün canlılar suya ehtiyacı var. Bitkilərin də ehtiyacı var, digər canlıların da ehtiyacı var. Qaydanı deyəndən sonra nümunə gətirmək hardadır? Deduktiv düşünmədədir. Bəli, bu da deməli hamısı doğruymuş. Düzgün cavabımız oldu nə? B variantı. Baxırıq 25-ci sualı. Uyğunluğu tapın deyir. Gəlin fikirləri mən oxuyum. Siz tapın ki, hansı məntiq xətasına aiddir. Deyir, fikri əsaslandırmaq üçün yürüdən mühakimə yeni bir nəticə ehtiva etmir. Yəni ki, əvvəl deyilən fikirlə sonra deyilən fikir demək olar ki, eyni olur. Yeni bir, fərqli bir məna çıxarmırıq da. Mənim dediyim sözün, uşağın dediyi söz eyni məna kəsb edir. Fərqli bir şey demir. O hansındaydı? Bəli, sirkulyar arqumentdəydi. Sirkulyar da C variantındadır.
Sonra 2-yə baxaq. Əsas arqumenti kənara qoyaraq öz mövqeyini gücləndir. Demək istəyirsiniz ki, mən artıq çəkiliyəm, deyir. Bəli, o kim idi? Şər adam. Yəni, boş adam idi. Bəli, boş adam. 2 A-nı götürəcəksiniz. 3-ə baxaq. Fərqli mənada anlaşıla bilən sözlərin nitqində istifadə etmək. Yəni, mən necə deyim, söz güləşdirmək. Çox bilmiş uşaqlar. O çox bilmiş uşaqlar kimləri idi? Bəli, elə çox mənalı danışan uşaqlar idi. Şəxsi münasibətə əsaslanan mühakimə yürüdür. Yəni, əgər mənim kimdənsə xoşum gəlmirsə, şəxsi münasibətimizə əsaslanaraq deyirəm, yox, sənin danışığından xoşum gəlmir, sənə gördüyün işdə mənim xoşum gəlmir. O hansı xəta idi? Bəli, şəxsi qərəzli yanaşan başqa şəxslərə qarşı. Deməli, uyğunlaşdırdıq. C, A, B, D. Düzgün cavab oldu. Yox. D variantı. C, A, B, D. D variantı düzgün cavabımız. Sonra 26-ya baxırıq. Verilənlərdən biri konvergent düşüncə tərzinə aid deyil. Konvergent kim idi? Çalışqan idi, yoxsa tənbəl idi? Bəli, tənbəl idi. Divergent çalışqan idi. Konvergentə aid deyil. Problemi bir həll yolu ilə həll etməyə çalışmaq. Bu kim idi? Bəli, bir həll yolu olduğunu deyirlər. Bu konvergentdir. Problemi həll etmək müxtəlif yollar axtarırdı bu. A ilə B bir-birinə tərsdir. Müxtəlif yollar axtarmırdı axı bu. Bu tənbəl idi, elə bir dənə yol tapır, kifayətlənir. B yanlışdır. Problemin həlli üçün hal-hazırda mövcud olan ideyaları qiymətləndirən bu konvergentdir. Tez nəticə gəlirlər, konvergentdir. İstifadə olunmuş yollardan, istifadə olunub da, bu indiyə qədər istifadə olunubsa, deməli düzgün yollardır. Onlara üstünlük verir, bu da tənbəldir. Düzgün cavabımız oldu B variantı. Baxırıq 27-ci suala. Şagird sinif rəhbərinə dərsə gecikməsinin səbəbini izah edərkən belə deyir. Avtobusla gəldiyi üçün dərsə vaxtına çata bilməyib. Şagird hansı məntiq xətasına yol verir? Bir növ uşaqdır ki, mən gecikmədim ki, avtobus məni gecikdirdi də. Bu hansı məntiq xətasına idi? Bəli, bu çox bilmiş uşaqdır. Müəllim deyir, niyə gecikmədin? Deyir, mən gecikmədim, avtobus məni gecikdirdi. Yəni, fakt gecikmirsən, deyir, yox, mən gecikmədim ki, deyir, avtobus məni gecikdirdi. Yəni, günah avtobusdaymış. Deməli, bu nəyə aiddir? Çox mənalı məntiq xətasına. Yəni, çox bilmiş uşaq. Bayaq test nümunəmizdə də var idi. Müəllim deyir, telefonla oynama, deyir, oynamıram ki, bildirişlərə baxıram. Zəngin vaxtına baxıram, misal üçün. Yəni, o çox mənalı danışan uşaqlardır. Sonra baxırıq 28-ci sual. Ardıcıl düşünməyə aid olan ardıcıl hansı idi? Addım, əvvəl bunu eləyirdim, sonra birisini eləyirdi, addım eləyirdi. Arda eləyirdi hamısını. Ardıcıla aid olan fikirlər tapındır. Məsələyə yeni nöqteyi nəzərdən baxmağa imkan verir. Bu deyir, başqa fərqli nöqteyi nəzərdən baxmağa imkan verir, alternativ yollar axtarır. Bu, necə deyim, divergent olar. Bu ardıcıl niyə olsun ki? Bu getdi. Bizə nə lazımdır? Ardıcıl lazımdır bizə. Əlavə, fərqli yollar axtaranlar. İdeya və fikir toplamaqda fərqli yeni yanaşmalar nümayiş etdirir. Əlavə yollar axtarır. Məsələn, bu da divergent. Bizə ardıcıl lazımdır. Addım, əvvəl bunu eləyirəm, sonra bunu eləyirəm. Birinci o, ikinci o, ardıcıl. Bizə o lazımdır. Daha sonra səbəb-nəticə əlaqəsini düzgün müəyyənləşdirmək. Birinci addımla ikinci addımı, düzdür, bu kitabda yazan bir fikirdir, amma yenə də. Yəni, 1-dən 2-yə addım atıramsa, bunlar arasında olan səbəb-nəticə əlaqəsini bilməliyəm ki, ikinci addım atım. Sonra səbəbini bilib, üçüncü addım atıram və s. Bu elə düzgün cavab elə budur. Digər variantlara da baxaq. Bu fikrin etibarlı olub-olmamasını yoxlamaq. Yəni, bu fikir düzdür, səhvdir, araşdırıram, təhlil edirəm. Bu tənqidi təfəkkürdür. Bizə ardıcıl düşünmə tapın deyir. Məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayırıramsa, bu da hansı təfəkkürdür? Bunu bayaq demişdim. Görüm yadınızda qalıb-qalmayıb. Məntiq sözünü gəlin ki, məntiqi təfəkkür deyib götürməyin. Məntiqi cəhət əsaslı və əsassız hansı təfəkkürdür? Bəli, tənqidi təfəkkürdür. Bizə nə lazımdır? Ardıcıl lazımdır. Düzgün cavabımız oldu C variantı. Baxırıq 29-a. Zərərli qidalar orqanizmə tədricən ziyan vurmaqla yanaşı, artıq çəkiyə də və piylənməyə gətirib çıxardır. Demək istəyirsiniz ki, mən artıq çəkiliyəm. Müəllim ümumi məlumatı uşaq qədirdir ki, demək istəyirsiniz ki, mən artıq çəkiliyəm. Bu kimdir? Şər adam. Bəli, boş adam, məntiq xəta. Müəllim elə bir fikir deməyib. Uşaq özündən söz çıxardır. Boş adam məntiq xətasıdır. 30-cu suala baxırıq. Aşağıdakı fəaliyyətlərin hansı abstrakt təfəkkürün inkişafına xidmət etmir? Deməli, hansı təfəkkürdən söhbət gedir? Abstrakt, mücərrəddən gedir. Deməli, bu təfəkkür aid olmayan. Gəlin, abstrakt təfəkkür haqqında bir məlumatlarımızı təkrarlayaq, sonra variantlara baxaq. Abstrakt təfəkkür nə idi? Abstrakt təfəkkür bir növ mücərrəd, gözümüzlə görmədiyimiz, hiss üzvlərimiz, orqanlarımız var, görmədiyimiz anlayışlar haqqında fikir yürütmək, onlar haqqında məlumatları izah etmək, müəyyən
necə deyim, mürəkkəb məlumatlar bunlar təhlil eləyirlər, anlayışlar arasında əlaqə qururlar. Sonra burada nə demişdim? Konseptuallaşdırma tapşırıqları, simvolizm, metafor, hər hansı bir anlayışı müəyyən simvola, metafora, yəni müəyyən xüsusiyyətləri bənzətmək, ümumiləşdirmək bacarıqları və s. hər biri hardaydı? Buradaydı. Hər hansı bir anlayışları adlandırırdılar, onlar arasında əlaqə qururdular. Misal üçün, dərs izah eləyəndə demişdim, tutaq ki, ədalət anlayışını izah eləyir, azadlıq anlayışını, bu abstrakt bir sözdür də, bunu izah eləyir misal üçün. Bunlar hamısı nə idi? Abstrakt, gözümüzlə görmədiyimiz, toxunmadığımız bir anlayışlardır. İndi de təfəkkür inkişafına xidmət etmir. Yəni variantlara baxaq. Müəllim şagirdlərə bir anlayışın tərifini təqdim edir və bu tərifi dəyişdirilmədən eyni ifadələrə təkrar olunması. Məsələn, mən bir də tərif deyirəm. Deyirəm uşaqlar, indi mənim dediyim tərifi nöqtəsini, virgülünü dəyişmə, bir dənə mənə təzin zəhmət olmasa qaytarın görək. Burada nə abstrakt oldu ki, dediyimi də təkrarladı da, bu əzbərçilik oldu ki, bu abstrakt təfəkkürün xidmət eləyirmi? Xidmət etmir. Demək, düzgün cavabımız A-dır. Digər variantlarda oxuyaq və oxuduqca da özünüz üçün qeyd götürə bilərsiniz. Müəllim şagirdlərə bir neçə fərqli tarixi hadisələr təqdim edir. Onlar arasında ortaq ideyanın əlaqəsini ümumiyyətlə ümumiləşdirmək, bayaq bu dəqiqə dedik. Ortaq tərəfi müəyyənləşdirmək. Baxın, ortaq tərəfi müəyyənləşdirmək, ümumiləşdirmək hamısı harda olur? Ümumiləşdirmək, ortaq tərəfi müəyyənləşdirmək, iki hadisə arasında qanuna uyğunluğu müəyyənləşdirmək, bu abstrakt təfəkkürə aiddir. Abstrakt. Görürsə, ətraflı məlumat əldə eləyir də, bəndlərdə təhlil eləyir. C variantına baxaq. Müəllim şagirdlərə azadlıq anlayışını tərif etmədən, azadlıq, vicdan anlayışı məsələn, tərif etmədən onu ifadə edən bir simvolla və ya metafora, bu dəqiqədir. Simvol ola bilər, təsvir ola bilər, metafora seçməyi və seçimin səbəbini əsaslandırmaq. Bəli, metafora seçməyi, simvol, məsəl üçün bir şəkil ola bilər, simvol ola bilər, bir obraz ola bilər və s. Bu abstrakt təfəkkürə aiddir bu da. Abstrakt. Bunları yenə qarşıda yenə görəcəyik bu fikirləri. Müəllim şagirdlərə riyazi modelinin müxtəlif sahələrdə hansı ümumi prinsiplər əsasına tətbiq oluna biləcəyini əsaslandırmasını. Yəni bu öyrənilən anlayışlar necə deyim, fərqli situasiyalara köçürməkdir. Biz riyazi modelləri öyrənmişik. İndi bunu nə edirik? Müəyyən bir sahələrə köçürürük. Ümumiləşdirmək bu dəqiqədir. Fikirlərimizi ümumiləşdirmək, ümumi prinsip altında birləşdirmək hamısı hardaydı? Abstraktdaydı, bəli, ümumiləşdirmək. Bu da abstrakt təfəkkürə aiddir. Ədalət anlayışını konkret hadisə ilə təsvir etmədən izah etmək. Baxın, təsvir, simvollarla bənzətmə və s. bu hardaydı? Bu da abstrakt düşünməyə aiddir. Bu da abstraktdır. Deməli, düzgün cavabımız oldu nə? Deməli, düzgün cavab hansını götürdük? Hə, uyğun olmayan yerdə A variantını götürdük. Daha sonra baxırıq 31-ci suala. Kür çayının mənbəyini və mənsəbini xəritədə müəyyənləşdirmək. Xəritədə müəyyənləşdirmək, cədvəldə, çertyojda, xəritə, sxem bu hansı düşünmə formasındaydı? İndi deyə bilərsiniz ki, mən biz hardan bilək düşünmə formasını soruşur bizdən. Baxın, yuxarıda qeyd olunub da, yəni düşünmə formasını soruşurlar sizdən. Nəyə aiddir bu? Misal üçün, dəyərli müdavimlərimiz, həddən artıq ümumiləşdirmə olan variant var, variantı üçüncüsü. Bu mən niyə götürüm? Və yaxud da C niyə götürüm? Özünü bənzətmə. Məntiq xətası deyir orada. Yox, düşünmə forması deyir. Avtomatik C ilə deyəndə imtahanda da çıxa bilərsiniz. Görürsünüz, yəni sürətli variant tapmaq üçün hansı addımlar ata bilərik. Düşünmə forması deyirsə, məntiq xətasına gəzir C-də deyir. Deməli, xəritədən, sxemdən, çertyojdan istifadə edirsə nə idi bu? Bəli, qeyri-verbal. Deməli, bir olmalıdır, qeyri-verbal. Variantlara baxa da bilərsiniz imtahanda sürətli cavab tapmaq üçün. İndi biz sadəcə öyrənirik deyə baxmasaq da olur, axırda taparıq. Sözün ilkin mənası onun həqiqi mənasıdır. Sözün deməli ilkin mənası deyir, onun həqiqi mənasıdır. Deməli, daş divar birləşməsində hər iki söz həqiqi mənadadır. Qaydanı deyib, daş divar sözünü ora nümunə gətirmişəm. Ümumi qaydanı deyəndən sonra nümunə gətirmək hardaydı? Hardaydı? Bəli, deduktivdə idi. Deməli ki, deduktivdir. 3-ə baxırıq. Türkiyə Yunanistan subtropik ərazisində yerləşir. Zeytun və zeytun yağı istehsalı ilə məşhurdur. Lənkəran Astara bölgəsində də subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı istehsal edilə bilər. Yəni iki fərqli necə deyim, ölkələr arasında, ərazilər arasında bənzətmə, oxşarlıq tapırsa hansı düşünmə formasındaydı? Bəli, analoji.
Hətta o variantla hərəkət edin. İmtahanda açıq sual yoxdur ki, analoq sözünü özümüz cümlə söz olaraq yazmayacağıq ki. Xəritəçi qeyri-verbaldır. A-nı çıxdınız avtomatik, Y-ni çıxdınız sözünü görürsünüz, nə rahat şəkildə variant tapır. Deduktiv düşünmə, oxşarlıq, bənzətmə də tapırsa analoji. Düzgün cavabımız oldu nə? B variantı. Bəli. Baxırıq 32-ci suala. Şagird kompüterdə ofis proqramında problem yaranarkən həmin proqramı silib yenidən yükləyirdi. Digər ofis proqramlarında da problem yarandıqda da eyni üsuldan istifadə etməklə problemi həll edirdi. Baxın, şagird bir ofis proqramında tutaq ki, Excel-də hər hansı bir problem yarananda o proqramı silib yenidən yükləyir. Digər ofis proqramından problem yarananda eyni üsuldan iki fərqli ofis proqramı arasında oxşarlıq, eynilik tapıram, bənzədirəm onları. Onda elədiyimi burada istifadə edirəm. Hansı düşünmə formasına aiddir bu? Bəli, bu dəqiqə dedik. Oxşatma, bənzər, onlar arasında müqayisə edirəm. Deyirəm ki, bunu belə sevdimsə, deməli o birisində bu üsuldan istifadə edib silib yenidən problemi düzəldə bilərəm. Hansıdır? Bəli, düzdür. Analoji düşünmə. Eynilik, oxşarlıq, bənzətmə tapıram onlar arasında. Baxırıq 33-ə. Analitik təfəkkürlə bağlı, deməli hansı təfəkkürdən söhbət gedir? Analitik təfəkkürlə bağlı yanlış fikir hansıdır? Gəlin bir analitik təfəkkürü bir təkrarlayaq. Analitik təfəkkür nə idi? Yadımıza salaq. Analitik təfəkkür nə idi? Hər hansı bir problem nə edirdi? Sistemli şəkildə həll eləyirdi, məntiqi hissələrə ayırırdı, o hissələr arasında əlaqəni tapırdı, öz fikirlərini əsaslandırırdı, addım-addım işi görürdü, hissələrə bölərək işi görürsə, bu nə idi? Bəli, analitik təfəkkür idi. Yəni onlar arasında, addımlar arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirmə və s. Yəni bir sözlə addım-addım, hissə-hissə hərəkət eləməkdir. Hansı bir fikir səhvdir? Yəni variantlara baxaq. Analitik təfəkkür problemi tərkib hissələrə ayırıb, bu hissələr arasında səbəb-nəticə, bu dəqiqə dediyimiz fikirdir. Səbəb-nəticə əlaqəsini müəyyənləşdirmə nəzərdə tutur. Yəni addım-addım, hər addım arasındakı səbəb-nəticə əlaqəsini müəyyənləşdirir. Bu analitikdir, analiz etmək, təhlil etməkdir, analiz. Bu doğrudur. Bizə nə lazımdır? Səhv cavab. A, düzdür. Analitik təfəkkür məlumatları sistemli şəkildə təhlil etmək. Bu dəqiqə dedik, təhlil etmək, analiz etmək. Nəticəyə məntiqi əsaslandırma ilə gəlməyə imkan verir. Analiz edirəm də, nəticəyə gəlirəm, fikirlərimi əsaslandırıram. Bu da düzdür. Analitik təfəkkür mürəkkəb vəziyyətlərin sadələşdirilməsi və əsas amillərin seçilməsi. Yəni necə deyim, vəziyyəti sadələşdirirəm, hissələrə bölürəm və vəziyyəti düzəltməyə çalışıram. Mürəkkəb vəziyyətləri sadələşdirmək. Nə deməkdir? Bu vəziyyət mürəkkəbdirsə, onu sadələşdirim. Sadələşdirmə nə edirlər? Addımlara, hissələrə parçalayırlar və vəziyyəti düzəldirəm. Bu da düzdür. Və deyir, əsas amilləri seçilməsi. Əsas amilləri də təhlil edirəm. Bu da düzdür. Analitik təfəkkür problemin həlli zamanı fərziyyələrin yoxlanması və nəticələrin əsaslandırılması. Bu dəqiqə dedik ki, fikirləri əsaslandırmaq, sonra addım-addım araşdırmaq, əsaslandırıb qərar çıxarmaq bacarığı və s. hamısı hardadır? Analitik təfəkkürdədir. Bu da doğrudur. Analitik təfəkkür problemin təhlili zamanı mövcud bilikləri birləşdirərək yeni və fərqli, ümumiyyətlə yeni, fərqli yollar tapmaq, analitik təfəkkürdə yeni yol tapmaq yoxdur. Vəziyyəti onlar təhlil edirlər, hissələrə bölürlər, səbəb-nəticə əlaqəsini tapırlar. Sonra nə bilim hissələrə bölürlər, eləyirlər, müqayisə edirlər, qarşılaşdırırlar. Yəni yeni həll variantları formalaşdırmaq yoxdur bunlarda. Buna görə Y variantı yanlışdır. Analitik təfəkkür analiz edir, təhlil edir, yeni və fərqli variantlar formalaşdırmır. Buna görə Y variantı oldu yanlış. Görsə 33-cü sualı A-dan D-yə qədər oxuduq. Analitik təfəkkür haqqında nə qədər ətraflı məlumat əldə etmiş olduq. Gəlin baxaq 34-cü sualı. Uyğunluq gözlənilmişdir. Yəni üst-üstə düşən fikirləri götürəcəyik. Deyir ki, birinci deməli, bənddə. Bir ərazidə bitkilərin məhsuldarlığı azalır və problem gübrənin azlığı ilə izah olunur. Bu vəziyyəti yenidən dəyərləndirir və problemin mahiyyətinə uyğun işlək bir həll yolu, yəni işlək, məhsuldar və bu vəziyyəti yenidən dəyərləndirir. Məsələn, mən qayıdıb desəm ki, baxın, bitkilərin məhsulu azalır və problem gübrənin azlığı ilə izah olunur. Qayıdıb deyirəm ki, gübrə azdır, bizim ərazi ümumiyyətlə gübrə azdır. Nə olur? Bilirik ki, gübrə azdır. Yəni, produktiv yeni bir, fərqli baxışdan baxır, yenidən dəyərləndirir və problemin mahiyyətə uyğun işlək bir həll yolu, yəni məhsuldar, qəşəng bir yol tapır. Bu produktiv düşünmək. Necə deyir? Bəli, düzdür. Mən qarşıda yanlış yazıldığı üçün uyğunluq gözlənilməmişdir. Biri çıxdıq. 2-yə baxırıq. Müəllim şagirdlərə sinifin müxtəlif yerlərində saxlanılan bitkilərin inkişafını müşahidə etmək, uşaqlar müşahidə edirlər.
Müşahidələr göstərir ki, pəncərəyə yaxın bitkilər daha yaxşı inkişaf edir, digərləri isə inkişafı zəifləyir və solur. Müqayisə nəticəsi bitkilərin inkişafı işıqdan asılı olduğunu qənaət. Uşaqlar müşahidə eləyəndən sonra qənaətə gəliblər ki, deməli bitkilərin inkişafı üçün işıq lazımdır, işıqdan asılıdır. Müşahidə eləyəndən sonra ümumi qayda çıxarmaq deduksiya idi, yoxsa induksiya idi? Deduktiv idi, yoxsa induktiv? Bəli, induktivdir. Müşahidə elədim, sonra bildim. Əvvəl bilmirdim ki, bu deduktivdir, səhvdir, amma qabağına doğru yazılıb, uyğunluq gözlənilməyib. 2-ni də götürmüşdük. 3-ə baxırıq. Şagird məktəbdə əl yuma zamanı axıdılan suyu və yağış sularını toplayaraq yaşıllıqların suvarılmasına istifadə edir də. Yəni mövcud, necə deyim, şəraitdə həll yolları tapır. Mövcud vəziyyət nədir? Sular axıdılır, həmin suları toplayır, suvarmada istifadə edilir. Bu praktik düşünmədir, praktik. Real situasiyanı, real vəziyyəti anlamaq və real vəziyyətə uyğunlaşmaqdır. Yəni əlimizdə olan mövcud şərait nədir, ondan istifadə edirik. Deyir, bu praktikdir, praktikadır. Düzdür də, praktikada tətbiq edilir bir sözlə. Doğrudur, qarşısına doğru yazılıb 3-ü götürəcəksiniz. 4-ə baxaq. 4-də nə yazılıb? Məktəbin həyətində müxtəlif növ ağaclar mövcuddur və hamısına eyni miqdarda su vermək mümkün deyil. Mövcud şəraitdə suyun daha səmərəli Baxın, deyir, mövcud şəraitdə, bunu bayaqda dəfələrlə dedik, mövcud şəraitdə suyun daha səmərəli bölüşdürülməsi üçün icra oluna bilən bir qərar ver və qərarın niyə daha məqsədə uyğun olduğunu izah etdir. Mövcud vəziyyəti nəzərə alaraq elə bir qərar ver ki, bu qərar daha məqsədə uyğun olsun. Deyir, bu induktivdir. Bu induktiv düşünmədir, yoxsa mövcud vəziyyəti nəzərə alaraq həll yolları tapmaq, tətbiq etmək, praktikə aiddir, yoxsa induktiv düşünməyə aiddir. Bəli, mövcud vəziyyətini nəzərə almaq, həll yolları tapıb onu tətbiq etmək praktik təfəkkürə. Yəni, praktikamda mən onu tətbiq edirəm. Bu praktikdir, amma qabağına induktiv yazılıb, yanlışa yanlış yazıldığı üçün uyğunluq gözlənilmişdir. Deməli, düzgün cavabımız nə oldu? 3, 4. Hətta baxın, burada bir dənə də açar məqam var. Deyir, suyun daha səmərəli bölüşdürülməsi icra olunan bir qərar və bu qərarın niyə daha məqsədə uyğun, ümumiyyətlə qərar vermək, əsaslandırmaq, ən məqsədə uyğun olan seçmək, bu da praktik təfəkkürün içindədir. Və onun səbəbini də izah etmək bu arada, o da praktikin içindədir. Qərar vermək, əsaslandırmaq, ən məqsədə uyğun olan seçmək, mövcud şəraitdən həll yolları tapmaq və s. hamısı praktik təfəkkürün içindədir. Yanlışa yanlış yazıldığı üçün 4-də götürürük. Düzgün cavab oldu D variantı. 35-ə baxırıq. Dərs izahından sonra bu test izahına bütöv şəkildə baxsaq, görürsünüz ki, təfəkkür haqqında nə qədər dolğun, ətraflı məlumat əldə etmiş oluruq birazdan. Deməli, 35-ə baxırıq. Müəllimin hansı fəaliyyəti şagirdlərdə tənqid təfəkkürü formalaşdırmaq xidmət etmir? Yəni, hansı tənqid təfəkkürə aid deyildir? Yəni, variantlara baxaq. Sərbəst fikir ifadə etməyə şərait, hər kəs öz fikrini açıq şəkildə ifadə eləsin, öz mövqeyini bildirsin. Bu, burada qaydasındadır. Bu tənqid təfəkkürdür. Məsələlərə qərəzsiz yanaşmaq, əsasını əsasından ayırmaq, qərəzsiz yanaşmaq tənqid təfəkkürdür. Düz deyir. Məqsəd yönlü suallar vermək, bəli, məqsəd yönlü suallar verməsə tənqid təfəkkürdür. Ev tapşırıqları necə edildiyinin yoxlanılması. Ev tapşırıqlarını yoxlamaq, tənqid təfəkkürünə aidiyyatı var ki, bunun. Səhv budur da. Hansı təfəkkürdə, hansı kampaniyada formalaşdırdı ki bu? Situasiyanı obyektiv dəyərləndirmək, əsaslandırmaq, etibarlı mənbələrdən araşdırmaq, öz fikirlərimi ifadə etmək, məqsəd yönlü yanaşmaq, qərəzsiz yanaşmaq hamısı tənqid təfəkkürə aiddir. Yanlış cavabımız oldu D variantı. 36-ya baxırıq. Şagirdlər qrup işində deyilən fikrə münasibət bildirən zaman bir-birinə olan münasibətdən çıxış edirlər. Qrupda iş görmüsünüz, qrup işinə münasibət bildirir. Bir-birinizlə nə işiniz var sizin? Hansı məntiq xətasına yol veririk sizcə? Bəli, mənim ondan xoşum gəlmir. Fikir bildirən zaman deyirəm, siz çox, yəni gördüyünüz iş heç nədir? Heç yaxşı qrup işi görməmisiniz, amma bir-birimizə olan münasibətdən çıxış edirik. Nə var, mənim ondan xoşum gəlmirsə, bəli. Hansı xətadır? Şəxsi qərəzlilik məntiq xətası. Bəli, doğru cavabımız oldu Y variantı. Baxırıq 37-ci suala. Uyğunluğu tapın. Doğrudan doğru, yanlışdan yanlış axtaracağıq. İndi mən bəndləri oxuyuram, dəyərli müdavimlər. Siz deyirsiniz ki, düzdür, yoxsa səhvdir? Laboratoriyada duz məhlulunun hazırlanması prosesinin mərhələlərini ardıcıllıqla göstərir. Ardıcıllıqla göstərirsə bu hansı təfəkkür olar? Hansı düşünmə forması olar daha doğrusu? Bu ardıcıl düşünürsə ardıcıl olar da sistemli niyə olsun ki? Bu ardıcıllıq addım varsa bu ardıcıldır. Bir səhvdir. Çünki birə sistemli yazılır. Biri çıxdıq. 2-yə baxırıq. Məktəb qaydalarına əməl edən şagird dərs zamanı sakit olurlar.
Elvin məktəb qaydalarına əməl edir. Deməli, Elvin dərs zamanı sakit olacaq. Şagird induktiv təfəkkürdən istifadə edir. Baxın, cümlə əvvəldə yazıb ki, məktəb qaydalarına əməl edən şagirdlər dərs zamanı sakit otururlar. Elvin məktəb qaydalarına əməl edir. Qayda yuxarıda deyilib də, qaydalara əməl edən uşaqlar sakit oturur. Elvin də sakit oturur deyir. Şagird induktiv təfəkkür. İnduktiv deyil, bu deduktivdir. Qaydanı demişəm də sakit oturur. Elvin də sakit oturur. O birisi də sakit oturur. Bu birisi də sakit oturur. Qaydanı demişəm. Ümumi qayda yuxarıdadır. 2 səhvdir. İnduksiya deyil, bu deduksiyadır. 2 səhvdir ki, götürmürsünüz. 3-ə baxırıq. Şagird müəyyən dərs cədvəlindəki dəyişiklik müəllimlərin saatlarına, kitabxana xidmətlərinə və şagirdlərin dərsə hazırlığına təsir etdiyini deyir. Şagird ardıcıl təfəkkürdən istifadə edir. Baxın, burada ardıcıllıq var, yoxsa bir-birinə təsir var. Baxın, deyir, şagird müəyyən dərs cədvəlindəki dəyişiklikləri müəllimin saatlarına, kitabxana xidmətlərinə, yəni bir hadisəsi bir neçəsinə təsir edirsə, bu ardıcıl düşünmə deyil, bu sistemli düşünmə. Bəli, bayaq da var idi, test-tezə başlayanda. Hadisə bir-birinə təsir eləyirsə, deyir, bu həm kitabxanaya təsir eləyir, həm o birisinə təsir eləyir, həm bu birisinə bir-birinə təsirini göstərirsə, bu sistemlidir, ardıcıl deyil, 3 səhvdir. 3-ü götürürsünüz, çünki uyğunluq gözlənilmişdir, yanlışdan yanlış götürürsünüz. 4-ə baxaq. Məktəbdə şagirdlərin dərsə gecikməsi səbəbləri araşdırılır. Məlum olur ki, bəzi şagirdlər nəqliyyat gecikdiyi üçün, bəziləri ev tapşırıqlarını tamamlamadığı üçün, digərləri isə hava şəraitinin səbəbindən gecikirlər. Şagird deyir, praktik təfəkkürdən istifadə eləyir. Burada şagirdlərin gecikmə səbəblərini biz araşdırmışıq, təhlil eləmişik ki, hansı səbəblərdən uşaqlar gecikirlər. Deməli, hansı səbəbdən gecikirlər? Nəqliyyat gecikir, o gecikir, o birisi gecikir və s. Yəni, bir sözün uşaqların gecikmə səbəbini biz araşdırmışıq, təhlil eləmişik, analiz eləmişik. Burada praktiklik nə oldu ki burada? Praktik təfəkkür nə idi? Mövcud şəraiti nəzərə alaq, həll yollar tapmaq, tətbiq etmək, real vəziyyəti nəzərə almaq, vəziyyətə uyğunlaşmaq idi. Burada elə bir şey eləmişikmi? Yoxdur. Burada praktik yoxdur. Əksinə biz burada təhlil eləmişik, analiz eləmişik uşaqlara gecikmə səbəblərini. Deməli, 4-də səhvdir. Səhvdirsə götürə bilərsiniz. Deməli, düzgün cavabımız oldu 3, 4. Uyğunluqda doğru olmadığı üçün avtomatik 3-dən 4-ü götürdük. Praktik təfəkkürlə, bayaqdan praktik təfəkkürlə bağlı nə qədər fikirləri qeyd eləmişik. Praktik təfəkkürə aid doğru fikir hansıdır? Gəlin doğruları axtaraq. Deyir, praktik təfəkkür əsasən anlayışların tərifini, qaydaları dəqiq bilməyi əhatə edir, real şəraitdən asılı deyil. Bayaqdan dəfələrlə dedik ki, praktik təfəkkür real situasiyaları anlamaq, real vəziyyətə uyğunlaşmaqdır. Bu deyir, real şəraitə aidiyyatı yoxdur, əksinə tərsinə olmadı. Praktik təfəkkür reallıqda, təcrübəmizdə tətbiq etməkdir. A-nı çıxdıq. Praktik təfəkkür problemi yenidən qurmaq, fərqli baxış bucaqlarından baxmaq, problemi dərindən araşdırıb fərqli şəkildə qurmaq, fərqli baxış bucaqlarından baxan hansıydı? O məhsuldar olan hansıydı? Bəli, o produktiv idi. Bax, dəyərli müdafiə, burada diqqətli olun, praktik yazılır. Praktik deyil, bu produktivdir. Produktiv. Bu səhvdir, B-ni götürmürsünüz. Bizə praktik təfəkkür lazımdır. Praktik təfəkkür real vəziyyət, burası düz gəlir. Real vəziyyət, mövcud imkan və məhdudiyyətləri nəzərə alaraq, bəli, bayaqdan bunu dəfələrlə dedik. Mövcud vəziyyəti, bayaq da testdə vardı, birinci şagird belə eləyir, ikinci şagird mövcud vəziyyəti nəzərə alır. Eyni həmin sualdır da. Mövcud imkan və məhdudiyyəti nəzərə alaraq dərhal tətbiq oluna bilən praktiki tətbiq deyilər. Məqsədə uyğun qərar vermək bacarığıdır, fikirlərini əsaslandırmaq bacarığıdır. Bəli, bu hansı təfəkkürdür? Praktik təfəkkür. Düzgün cavab oldu C variantı. Digər variantlara da baxaq. Praktik təfəkkür əsasən bu hansındaydı dəyərli müdavim? Bayaq dedik, simvollar, metaforalar, elə özləri yazıblar. Müdavimlərdən soruşa bilmədik, çünki yazıblar artıq. Simvollardan, metaforalardan, sonra ümumiləşdirmələrdən və s. istifadə edən hansıydı? Bəli, bu abstraktdır. Bu abstraktdan praktik lazım idi bizə. Bu səhvdir. Sonra Y variantına da baxaq. Praktik təfəkkür problemin əsas səbəblərini dəyişməyi və yeni strukturlar formalaşdırır, yenidən təşkil eləyir, fərqli baxış bucaqlarından baxır. Bu da produktivdir, praktik deyil. İkisi də bu hərfi ilə başlayır. Dəyərli müdavimlə ehtiyatlı olun ki, praktik deyil, produktiv deyil. Deməli, Y-də yanlış. Düzgün cavabımız hansı oldu? C variantı. Digər variantlarda təhlil elədik ki, əgər aramızda digər variantı götürən müdavimlərimiz varsa, sual qaranlıq qalmasın. 39-a baxırıq. Dərsin öyrədici olması üçün informasiya şagirdə seçici formatda təqdim edilməsi vacibdir.
İndi cümlənin sonuna baxın. Mən dərsi öyrədici olması üçün informasiyanı seçici şəkildə təqdim edirəm. Mənim dediyimlə uşağın dediyi şey eynicə təkrardır. Təkrarçılıq varsa, fərqli bir fikir demirsə, hansı xəta idi o? Bəli, sirkulyar arqument. Düzgün cavabımız oldu B variantı. Baxırıq 40-cı suala. Uyğunluğu tapın. Necə tapırıq? Doğrudan doğru, yanlışdan yanlış. Gəlin bir yerdə fikirləri oxuyaq, siz tapın ki, düzdür yoxsa səhvdir. Problem həll etmə bacarığına yiyələnmək üçün ilk olaraq həll edilməli olan problemi ətraflı şəkildə tədqiq etmək əsas şərtlərdən. Yəni biz hansı problemi həll edirik? Ətraflı şəkildə onu deyir, tədqiq edin. Bu düzdür. 2-yə baxırıq. Problemin həllini həyata keçirdikdən sonra şagirdlərin bununla bağlı tənqidi suallar verməsi əldə edilmiş nəticənin effektiv olub olmamasını müəyyənləşdirmə baxımından əhəmiyyətli. Yəni problemi həll edəndən sonra deyə tənqidi suallar verərək bunun, yəni bir sözlə deyir ki, problemi həll edəndən sonra axırda onun effektivliyini dəyərləndirin. Problemi düz həll eləmisiniz, səhv həll eləmisiniz, deyir, sual verərək bunu müəyyənləşdirəndə effektivdir ya yoxdur. Bu düzdür, hər şey qaydasındadır. 3-ə baxırıq. Müəllim şagirdlərdə problem həll etmə bacarığının formalaşdırılmasına nail olmaq üçün onlarda müşahidə aparmaq, problemi həll etmək üçün nə etmək lazımdır? İzləmək lazımdır, təhlillər aparmaq lazımdır ki, problemi həll eləyək. Bu da doğrudur. Beyin həmləsi üsulundan istifadə edib problemin həll edilməsi üçün müxtəlif fikirlər. Beyin həmləsini istifadə edib problemi həll yolları təklif edirik, deyir. Və buna da deyir, yəni problem həll etmə bacarığını inkişafına şərait yaradır. Bu da doğrudur. Deməli, bütün fikirlər düz imiş. Düzgün cavabımız nə olacaq onda? 1-lə 2, bəli. Düzgün cavabımız oldu A variantı. Baxırıq 41-ə. Müəllimin aşağıdakı fəaliyyətlərin hansı analitik təfəkkürə xidmət, yəni uzun sözün qısası analitik təfəkkürə aid deyildir. Yəni variantlara baxaq. Analitik təfəkkür nə idi? Dəyərli müdavimlər. Vəziyyəti, problemi məntiqi şəkildə hissələrə bölmək, addım-addım bölmək, hissə-hissə bölmək, hər hissə arasında olan səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və s. və s. Deməli, bu hamısı aiddir analitik düşün, yəni analiz etmək, təhlil etmək. Ən yaxşı yolu tapmaq, onlar arasında olan, necə deyim, addımları müəyyənləşdirmək və s. Gəlin variantlara baxaq. Şagirdlərə verilmiş problemi mərhələlərlə bölüb, hər mərhələnin həll yolunu ayrıca mərhələ-mərhələ, addım-addım varsa nədir bu dəyərli müdavimlər? Analitikdir. Bu düzdür. Bizi götürmür, çünki bizə səhv lazımdır. Eyni mövzu ilə bağlı fərqli yanaşmaları təqdim edərək şagirdlər bu yanaşmaların üstün və zəif tərəflərini müqayisə etmək. Bəli, analitik təfəkkür demişdik də, qarşılaşdırmaq, müqayisə etmək, səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək. Yəni müqayisə edirik, nə işlə məşğul? Təhlil edirik də, analiz edirik. Bunun zəif tərəfi, üstün tərəfi nədir? Təhlil edirik, analiz edirik. Bu da düzdür. Bizə səhv cavab lazım, ona görə götürmürsünüz. Şagirdlərə düzgün cavabı tapmaq üçün istifadə olunacaq alqoritmi təqdim edir. Verilmiş alqoritmi oxşar tapşırıqlarda tətbiq etməklə mövzunu möhkəmləndirmək. Yəni deyir ki, müəllim şagirdlərə düzgün cavab tapmaq üçün alqoritm verir, ardıcıllıq, bunu belə eləyin, bunu belə eləyin, bunu belə eləyin. Verilmiş alqoritmi oxşar tapşırıqlara tətbiq etməklə mövzunu möhkəmləndirir. Burada ardıcıllıq yoxdur ki, alqoritmlə uşaqlar iş görsünlər. Deməli, səhv olan cavab elə budur. Burada alqoritmli bir ardıcıllıq, 2, 3, 4, burada ardıcıllıqdan söhbət getmir analitik təfəkkür. Ona görə C səhvdir. D-yə də baxaq. Şagirdlərdə müəyyən bir hadisənin baş vermə səbəbini, mümkün nəticələrini, bəli, səbəbini, nəticələrini əlaqələndirmək. Bu dəqiqə dedik ki, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək analiz. Yəni analiz edirəm. Bir şeyi analiz etmək üçün səbəb nəticəsini bilmək lazımdır. Bu da düzdür, baxın. Hətta bunları video saxlayaraq özün üçün qeyd götürə bilər. Səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək analitik təfəkkürdür. Müqayisə etmək analitik təfəkkürdür. Hissələrə ayırmaq analitik təfəkkürdür. Addım-addım işi görmək analitik təfəkkürdür və s. Bu da doğrudur. Şagirdlərə verilmiş məlumatlar əsasında hansı faktların əsas, hansıların isə köməkçi olduğunu, yəni təhlil eləyin. Hansıları əsasdır, hansılar birinci dərəcəlidir, hansılar ikinci dərəcəlidir. Bunun üçün də təhlil etmək lazımdır. Bu da analitikdir. Analitik elə təhlildir də. Bu da doğrudur. Demək, yanlış cavabımız oldu C variantı. Baxırıq 42-ci suala. Qazlaşdırılmış şirin suların istifadə edildikdə bədən çəkisi və piyələnmə riski ciddi dərəcədə artmış olur. Uşaqda deyək ki, qazlaşdırılmış su içmirəm, çünki bədən çəkisi, piyələnmə artmış olur. Baxın, cümlənin əvvəlində piyələnmə riski hədsiz dərəcə artmış olur. Uşaqda qalib cümlə haqqında eyni cümləni mənə təzədən təkrardır. Mən deyirəm, bu da mənə qayıdır, fərqli bir mənadan bəhs etmir də. Eyni məna qaytarıb bir də mənə deyirsə, hansı xəta idi o? Bəli, sirkulyar arqument. Cümlə əvvəlində axırına eyni şeyi təkrarlayır uşaq.
Sirkulyar arqument. Düzgün cavab oldu D variantı. 43-ə baxırıq. 43-cü sualda nə deyir? Şagirdlər komanda şəklində, deməli bunlar komanda şəklində layihə üzərində çalışırlar. Onlar layihənin vacib bir mərhələsində gözlənilməz çətinliklə qarşılaşırlar. Deməli komanda şəklində işləyirlər, bir mərhələdə gözlənilməz çətinliklə qarşılaşırlar. Tez bir zamanda həll yolunun tapılması vacibdir. Şagirdlər tərəfindən atılan hansı addım onların problem həll etmə bacarığına malik olduğunu göstərir. Hansı addımı atsalar, indi vəziyyət yaxşı olar. Problemi həll edə bilərlər. Problemi həll etmə bacarığının olduğunu göstərər bu variantı. Gəlin baxaq. Komandaya rəhbərlik edən şagird qrup üzvlərindən kiminsə problemi həll etməsi üçün fəaliyyətə keçməsini gözləyir. Oturaq gözləyək ki, bir nəfər kimsə fəaliyyətə keçirir. Bu komanda işidirsə, sizcə problemin həllini bir nəfərin üstünə yıxmaq düzgündürmü? Xeyr, bunlar bir yerdə. Hamı bir yerdə həll eləməli. Çünki komanda işi görürsə, komanda həll eləməlidir problemi. Bir nəfərin üstünə niyə yıxırıq ki? A səhvdir. Müəllim yaranmış problemin həlli ilə bağlı tapşırığı texniki təcrübəsi ilə tanınan şagirdin birinə həvalə edib. Biz komanda şəklində işləyirsə bir uşağa niyə həvalə edirik ki? Nə oldu komanda? Hara getdi? B də səhvdir. Şagirdlər yaranmış problemi aradan qaldırılması məqsədi bütün komanda üzvlərini, bir nəfər eləməyib ki, komanda şəklində eləyirsə problemdə zəhmət çəkib bir yerdə həll eləyir. Bütün komanda üzvlərinin iştirakı ilə müzakirə təşkil etmək. Görün nə gözəl cavabdır. Sualı oxuyanda özümüzlə bu fikri deyirik artıq. Deyə də baxaq. Müəllim yaranmış halı təhlil edir, qarşıya çıxan çətinliyin mümkün səbəblərini müəyyənləşdirib, şagirddə istiqam. Müəllim problemi müəyyənləşdirir, qarşıya çıxan yolları müəllim müəyyənləşdirdi. Uşaqlar nə iş gördü dayı? Bu da səhvdir. Şagirdlər düşdükləri çətin vəziyyətdən çıxmaq üçün təklif edirlər ki, hər kəs problemi fərdi şəkildə. Yəni özünüz bilərsiniz, hamı öz işini, öz problemi özü həll eləsin. Fərdi şəkildə. Biz yuxarıda yazırıq ki, komanda işidir bu. Fərdi şəkildə, komanda işi nətər fərdi şəkildə olur ki? Bu da səhvdir. Deməli, düzgün cavabımız oldu nə? C variantı. 44-ə baxırıq. Təfəkkürlə bağlı yanlış fikir hansıdır? Bayaq bununla bağlı yenə sual vardı. Yəni, bəndlərə bax. Təfəkkür idraki proseslər nəticəsi olaraq insanın vəziyyətləri arasında əlaqə qurmaq, yeni məna çıxarmağa şərait yaradır. Yəni, beynimizdə olan idraki proseslərdir. Onlar arasında əlaqə qurmaqdır, deyir təfəkkür. Düzdür. Təfəkkür insanın real həyatı təcrübələrini ümumiləşdirmə yolu ilə formalaşır və əsasən konkret situasiyaların dərk olunmasını, yəni əsasən deyir, konkret müəyyən situasiyalar onları dərk etmək üçün təfəkkür işə yarayır. Təbii ki, bu səhvdir. Real həyata təcrübələrini ümumiləşdirmək yolu ilə formalaşır, təcrübələrimizi ümumiləşdirib sizdə təfəkkür formalaşır və əsasən konkret situasiyaları dərk olunmasına xidmət edir. Burada məhdudiyyət vardır, təfəkkürü çərçivəyə salır, konkret situasiyaların dərk olunmasına şərait yaradır. Təbii ki, bu səhvdir. Digər variantlara da baxa bilərsiniz. Analitik təfəkkür, analitik analiz təhlil etməkdir. Mürəkkəb problemləri komponentlərə ayırmaq, hissələrə ayırmaq, bu komponentləri ayıraraq da təhlil etməkdir. Bu analitikdir, düz deyir. Deduktiv təfəkkür ümumi prinsiplərdən istifadə edir. Qaydanı bilib hərəkət etmək deduktivdir, düz deyir. Divergent təfəkkür bir problem üçün alternativ müxtəlif yollar tapırsa, bu da divergentdir. Bu da doğrudur. Əslində bütün variantları oxuyanda görürsünüz ki, hamısı doğrudur. Bir dənə B variantı çərçivəyə salır təfəkkürü. Baxırıq 45-ci suala. Verilən fəaliyyətlərdən biri şagirdlərdə tənqidi təfəkkürü formalaşdırma xidmət etmir. Deməli, hansı təfəkkür? Tənqidi təfəkkürə xidmət etmirdir. Gəlin variantlara baxaq. Diskusiyalar, dilemmalar, ümumiyyətlə müzakirələr, diskusiyalarda, debatlarda iştirak etmə tənqidi təfəkkür formalaşdırır. Bu düzdür. Problemli situasiya təqdim etməklə ən səmərəli həll yolunun seçilməsini araşdırıb eləyib ən səmərəli yolu seçirəmizə tənqidi təfəkkür formalaşır. Doğrudur. Şagirdlər öz aralarında müzakirə apararaq əsas məsələ münasibət, mövqe bildirmək, bu da tənqidi təfəkkürdür. Diskusiyalar zamanı, baxın, diskusiyalar, dilemmalar bayaq dedik ki, tənqidi təfəkkürdür, amma cümlə axırına yenə oxumaq lazımdır. Diskusiyalar zamanı diqqətlilik, baxın, diskusiyalar deyir, eşitdiklərinizi təkrarlayın. Eşitdiklərinizi təkrarlarsa sizdə tənqidi təfəkkür formalaşır. Hardan tənqidi təfəkkür oldu ki? Mən müzakirə edirəm, bir söz deyirəm, dur təkrarla görüm nə dedim. Bu bir növ şəkildə xatırlamaq mərhələsini, yada salmaq mərhələsini, faktoloji biliyi işə salır. Tənqidi təfəkkürü nə var ki? Dur mənim dediyimi təkrarla. Tənqidi təfəkkür niyə formalaşsın ki, belə bir fikirdə? Bir növ əzbərçilikdir bu. D səhvdir. Debatlarda qarşı tərəfin nitqini dəyərləndirmək, münasibət bildirmək, mövqe bildirmək, bu da tənqidi təfəkkürə aiddir. Yanlış cavabımız hansı oldu? D variantı, bəli. Baxırıq 46-cı suala. Hansı fikir yanlışdır, deyir. Yəni, yanlış fikir axtaraq. İndi təfəkkürlə bağlı dəyərli müdahimələr, produktivdir, analitikdir, abstraktdır. Bu haqda bayaqdan geniş danışmışıq. İndi mən xüsusiyyətləri soruşacağım. Siz deyirsiniz ki, düzdür, yoxsa səhvdir.
Gözləyəcəm siz düz cavab deyənə qədər. Produktiv təfəkkür, yəni məhsuldar təfəkkürdür. İnsanın problemi hazır qayda və ya tanış izahla qəbul etməyibdir. Onun mahiyyətini və daxili strukturu dərk edərək vəziyyəti yenidən qurması. Bu yeni anlayış əsasında işlək və davamlı həll yolları, işə yarayan, məhsuldar bir yol təklif etmək, yenidən qurmaqdır vəziyyəti. Bu hansı təfəkkürdədir? Bəli, düz deyirsiniz. Bu produktivdir. Düz deyir. Bizə səhv cavab lazımdır. Analitik təfəkkür nə idi? Analiz etmək, təhlil etmək, hissələrə ayırmaqdır. İnsanın mürəkkəb bir məlumatı tərkib hissələrə ayırmaq, bu hissələr arasında səbəb-nəticə əlaqəni tapmaq, sistemli şəkildə araşdırmaq, məntiqi cəhətdən əsaslanıb nəticəyə gəlmək, səbəb-nəticə əlaqəsini tapmaq, müqayisə etmək, hissələrə ayırmaq hansı təfəkkürdə idi? Bəli, analitik təfəkkürdə, düz deyirsiniz. Praktik təfəkkür insanın real şəraitdə, baxın, reallıqda, real təcrübələrdə, real şəraitdə mövcud imkan və məhdudiyyətləri nəzərə alaraq problemi ən məqsədə uyğun şəkildə icra etmək. Hansı təfəkkürə demişdik ki, mövcud şəraiti nəzərə alaraq müəyyən həll yolları təklif etmək. Hansındaydı bu? Bəli, bu da praktikdə idi, düz deyir. Sistemli təfəkkür problemi və ya prosesi tək-tək hissələr kimi deyil, bir-birinə qarşılıqlı təsir göstərən vahid sistem kimi. Bayaq əvvəldə başlayanda qeyd eləmişdik. Hansı düşünmə forması demişdik ki, bir-birinə təsirini müəyyənləşdirir. Vahid bir sistem kimi görür. Onlar arasında əlaqəni quran sistemli idi, yoxsa ardıcılı idi? Bəli, bir-birinə təsirini müəyyənləşdirən sistemli düşünmədir. Bu da düzdür. Daha sonra Y variantına baxaq. Abstrakt təfəkkür əsasən ümumiləşdirmə və anlayışlarla işləmə bacarığı olduğuna görə abstrakt təfəkkürdə ümumiləşdirmə bacarığı var idimi? Var idi. Ümumiləşdirmə, simvolizm, metafora, konseptuallaşdırma bacarığı, anlayışların adlandırılması, bir növ mürəkkəb məlumatlar təhlil etməkdir. Ümumiləşdirmə və anlayışları işləmə bacarığı olduğuna görə anlayışları adlandırması burada da var, düzdür. Şagird bu bacarığı inkişaf etdirdi, onu avtomatik olaraq bütün yeni situasiyalara düzgün şəkildə tətbiq edir, o səhvdir. Deyir ki, bütün situasiyalar düzgün şəkildə tətbiq edir, yəni səhv eləmə ehtimalı yoxdur, deyir ümumiyyətlə abstrakt təfəkkürdə. Ümumiləşdirmək var, anlayışları adlandırmaq var. Məsəl üçün vicdan, ədalət, azadlıq və s. kimi anlayışları adlandırır. Onları simvola, təsvirlərə bənzədir və s. Amma deyir, onları bütün situasiyalarda düzgün tətbiq edir. Bu səhv oldu axı. Yəni səhv etmə ehtimalı yoxdur deyir. Hamısını da düzgün tətbiq edir. Bu yanlışdır. Düzgün cavabımız oldu nə? Y variantı. Onsuz da A-dan D-yə qədər oxuya-oxuya gələn görürük ki, hamısı düzdür, Y variantı yanlışdır. Baxırıq 47-yə. Məsuliyyətli olmaq mövzusu ilə əlaqədar müəllim şagirdlərə məsuliyyətli adamlar evdə, məktəbdə, cəmiyyətdə üzərlərinə düşən vəzifələr yerinə yetirirlər. Onlar dərk edirlər ki, hərəkətlərinə görə cavabdehlik daşıyırlar. Bu zaman şagirdlərdən biri deyir ki, mən məsuliyyətliyəm, çünki hərəkətlərimə görə cavabdehlik daşıyıram. Burada mənim dediyimi çevirdi, bir də mənə qaytardı. Hansı xətadaydı o? Bəli, hansı məntiq xətası idi? Düzdür. Sirkulyar arqument məntiq xətası. Düzgün cavab oldu D variantı. Baxırıq 48-ci suala. Yarasaların görmə qabiliyyəti olmadığında onlar ötürdükləri siqnalların maneələrə toxunaraq geri qayıtması ilə istiqamətlərini müəyyən edirlər. Onların bu xüsusiyyəti nəticəsində radar sistemi yaradılmışdır. Baxın, yarasaların görməsi ilə bağlı bir də radar sistemi. İki hadisə arasında, obyekt arasında oxşarlıq, bənzətmə tapırdıqsa, yarasanın görmə qabiliyyəti olmadığı halda exolokasiyanın istiqaməti müəyyənləşdirib, buna uyğun radar sistemi. O hansıydı? Bəli, analogiyanın tapılması. Demişdik, oxşarlıq eyni. Yarasaya baxıb radar sistemi müəyyənləşdirir. Yəni, nəyə aiddir bu? Analogiyanın tapılması. Bəli, düzgün cavab oldu B variantı. Sonra baxırıq 49-cu suala. Müəllim şagirdlərə sual ünvanlayır. Təsəvvür edin ki, ailənin maliyyəsini idarə etməyə cavabdehsiz. Gözlənilməz tibbi xərclər büdcənizə təsir edir və maliyyə sabitliyinizi təmin etmək üçün bəzi qərarlar qəbul etməlisiniz. Bütün zəruri xərcləri nəzərə almaq lazımdır. Bir növ qərar qəbul etməlidirlər ki, yəni elə qərar qəbul etməlisiniz ki, bütün xərclərə çatsın, pulunuzu düzgün şəkildə bölüşdürəsiniz, analiz eləyəsiniz.
düzgün şəkildə analiz etmək, qərar qəbul etmək, hər tərəfli qərar qəbul etməlidir. Amma deyir ki, daha çox hansı təfəkkür? Deyə bilərsən, burada məntiq də var, o birisi təfəkkür də var. Ola bilər. Deyir, daha çox hansı? Bir növ mən pulumu bura xərclədim, pulumu o biri yerə xərclədim. Elə xərcləməlisiniz ki, hər yerə çatmalıdır. Qərar qəbul edirsiniz, dəqiq analiz etməlisiniz və s. və s. Bu hansı təfəkkürdür? Daha çox hansı təfəkkür formalaşır? Bəli, tənqidi təfəkkür formalaşır daha çox. Daha sonra baxırıq 50-ci sual. Analitik təfəkkür. Analitik hansıdır? Analiz, təhlil, hissə, addım-addım, hissələr arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirmə və s. Analiz edirsiniz. Hansı doğrudur deyir. Analitik təfəkkür əsasən problemi dərhal həll etməyə yönəldici olduğu üçün onu hissələrə ayırması ehtiyac duyulmur deyir. Analitik təfəkkür bu dəqiqə deməli hissələrə ayırmaqdır. Bu səhvdir. Analitik təfəkkür problemin görünən tərəflərinə diqqət yetirib ümumi nəticə çıxarmağa əsas. Sizcə analitik təfəkkür hissələrə ayırırdı, yoxsa ümumi şəkildə nəticə çıxardı? Hissələrə ayırırdı, hər hissə haqqında ətraflı səbəb-nəticə əlaqəsini müəyyənləşdirirdi. Bu da səhvdir. Analitik təfəkkür problemi tərkib hissələrə ayırır, burası düzdür. Tərkib hissələrini fərqləndirməklə müqayisə edir, fərqləndirir. Bu hissələr arasında səbəb-nəticə əlaqəsini üzə çıxardır və əsaslandırılmış nəticə aparır. Hissələrə ayırmaq, hissələr arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək hardaydı? Müqayisə etmək və s. Bəli, analitik təfəkkürdəydi. Görürsünüz, gözəl fikir. Doğru cavab elə budur. D variantına da baxaq. Analitik təfəkkür əsasən yaradıcı ideyalar irəli sürməklə problemi yeni baxış bucağından yenidən qurmaq o hansındaydı? Yenilik, məhsuldar. Bəli, o produktivdə idi. Bizə produktiv soruşmur. Daha sonra G variantına baxaq. Analitik təfəkkür real şəraitdən çox nəzəri biliklərin mexaniki tətbiqini əsaslanır və konteksti nəzərə almır. Ancaq özə baxın şərtlər konteksti nəzərə almır, ancaq tətbiqə əsaslanır. Təbii ki, bu da səhvdir. Analitik ancaq tətbiqə əsaslanmır. Hissələrə bölmək, hissələr arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək. Deməli bizə doğru fikir lazım idi. O da oldu C variantı. Baxırıq 51-ci suala. Məktəbdə informatika dərsi üçün ayrılmış otaqda 15 kompüter var. Bununla belə onlardan yalnız 9-u işlək vəziyyətdədir. Deməli 15 kompüterdən 9-u işləyir. Deməli neçəsi işləmir? 6 kompüter də işləmir. Sinifdə 18 şagird var. Deməli 9-u işləyir, 6 kompüter işləmir, 18-də şagird. İndi çatmayacaq uşaqlara kompüter. Var və dərs müddəti məhduddur. Yeni kompüter almaq və ya dərsin vaxtını artırmaq mümkün deyil. Yəni, mövcud vəziyyəti nəzərə alaraq bir həll yolu tapmalıyıq. O hansı təfəkkürdə idi? Praktik. Bəli, şərtdə baxın yazılır. Praktik təfəkkür. Yəni, yeni kompüter almaq şəraitimiz yoxdur. Mövcud şərait nədirsə, ondan istifadə edib düzgün bir yol tapmalıyıq. İndi gəlin addım ataq. Hansı addım atmaq olar deyir. Baxaq A variantına. Bütün şagirdləri eyni anda fərdi şəkildə işləməsini tapşırmaq. Bütün şagirdlər neçə nəfərdirlər? 18. 18 nəfər eyni anda fərdi işləyirsə, hanı 18 dənə kompüter var? 9 işləyir kompüterlərdən. A çıxdı, A səhvdir. Problemidir. Problemin məktəb rəhbəri tərəfindən həll edilməsi olduğunu düşünərək heç bir təklif irəli sürmür. Məktəb rəhbəri həll eləsin. Uşaqlar, mən gəlib evimdən kompüter alıb gətirməyəcəm ki, sizə. Bu və praktik təfəkkür odur ki, mövcud vəziyyətdə həll yolu tapmaqdır. Dərhal bir də həll yolu tapıram, vəziyyəti düzəldirim. Bu səhv. Şagirdləri cütlərə bölməyi. 18-i cütə bölən neçə eləyir? 9 nəfər. Tapşırıqları növbəli şəkildə yerinə yetirməsi təklif edir və bu planın dərs vaxtına uyğun olduğunu əsaslandırır. Deyir ki, 18-i cütə bölün. 18-i cütə bölən neçə eləyir? 9. Neçə kompüter işləyir? 9. Allah, görsün nə gözəl vəziyyət düzəltdik. Mövcud vəziyyəti nəzərə aldıq, gəlib kompüter alıb gətirmədim ki, dərsin vaxtını uzatmadım ki, yox. Mövcud şəraiti nəzərə alıb həll yolu təklif elədim. 18 nəfərdə 2 30 dururam uşaqları. Oldu 9. 9-da kompüterimiz işlək vəziyyətdəyik. Allah. Deməli düzgün cavabımız oldu C variantı. Digər məktəblərdə neçə kompüter olduğunu araşdırdım. Mənim başqa məktəblərdə nə işim var? Öz məktəbimdən danışım da. Kompüter otağında dərs keçməyin mümkün olmadığını düşünərək tapşırığı ləğv etmək. Praktik təfəkkür odur ki, vəziyyətdən çıxış yolu, mövcud şəraitdən həll yolları tapmaqdır dərhal. Yəni sürətli şəkildə. Bu da səhvdir. Düzgün cavabımız oldu C variantı. Baxırıq 52-ci suala. Şagird müşahidə edir ki, məktəbdə bəzi şagirdlər ailə vəziyyətinə görə məktəb ləvazimatlarını vaxtında ala bilmir. Bu səbəbdən dərsdə pasiv yanaşırlar. Pasiv qalırlar yəni. O yardım toplamaq üçün pul yığmaq əvəzinə paylaşım rəfi adlı bir
ideya, yəni yeni bir ideya təklif edir. Məktəbin bir küncündə açıq rəf yaradır və artıq istifadə olunmayan, lakin yararlı dəftər və kitabları həmin rəflərə yerləşdirirlər. Ehtiyacı olan şagirdlər isə bunu anonim şəkildə götürə bilirlər. Yəni lazım olmayan kitabları uşaqlar atmırlar da, daha necə deyim, məhsuldar yanaşırlar, rəf düzəldirlər. Necə deyim, vəziyyətə yeni fərqli cür baxırlar. Vəziyyətlə bağlı yeni yol tapıblar və layihə hazırlayıblar. Rəf düzəldirlər, həmin rəfdə kitabları yerləşdirir. Baxın, görün necə məhsuldar yanaşdı. Bir vaxt kitabı atsam, nə oldu? Kitabı atıram da, məhsuldar olmur. Amma kitabları rəflərə qoyuram ki, bu daha gözəl addım, daha gözəl yeni yanaşmadır, fərqli yanaşma bucağıdır. Niyə atıram ki, təzə kitablar qoyuruq ora, ehtiyacı olan gəlib oradan götürürlər. Yəni məhsuldar yanaşma oldu mu, yeni bir addım atdım vəziyyətlə bağlı. Yeni bir layihə düzəltdim, rəf düzəltdim orada. Bu hansı düşünməkdir? Ümid edirəm ki, artıq özünüz tapdınız. Bəli, bu produktivdir. Düzgün cavab oldu nə? D variantı. Baxırıq 53-cü suala. Bakı bas avtobusuna minmək istəyən şəxs hər kəsin gələcəkdəki aparata kartı yaxınlaşdırdıqdan sonra nəqliyyata minməyə icazə olduğunu görür. Mən görürəm ki, avtobusa kartı yaxınlaşandan sonra avtobusa minmək olur və anlayıram ki, avtobuslarda gediş haqqı pulla deyilmiş, kartla imiş. Hardan bildim? Minən şəxslərə baxdım, sonra bildim. Baxandan sonra özümə qayda çıxartmaq induksiya idi, yoxsa deduksiya idi? Bəli, düzdür, induksiya idi. Baxandan sonra qərar çıxarmışam özümə. Bu induksiyadır. Baxırıq 54-ə. Təbiət fənni dərsində müəllim suyun süzülməsini göstərmək istəyir, lakin laboratoriyada filtr kağızı yoxdur. Lakin şagird plastik butulkanı kəsib alıb eləmirəm ha. Mövcud vəziyyət nədir? Bir dənə butulka götürdü uşaq, tez kəsdi, alt hissəsinə pambıq qoyur və qumu yerləşdirərək sadə süzgəc hazırlayır və müəllimə təqdim edir. Yəni mövcud şəraitə fikir versə uşaq, kağız yoxdur, laboratoriyada heç nə aparmırıq. Təcrübə parası olmadıq demir. Mövcud şəraiti nəzərə alıb bir dənə yol tapdı. Tez butulkanı kəsdi, kağızı qoydu, pambığı qoydu, düzəltdi bir dənə filtr kağızı. Mövcud şəraiti nəzərə alaraq bir necə deyim, məhsul hazırladım. Bir nəticədə əlimdə nə oldu? Bir məhsul. Nə bilim, bir nə hazırladım? Filtr kağızı düzəltdim özümə. Hansı idi bu? Mövcud şəraiti nəzərə alaraq tez, sürətli şəkildə bir dənə yol tapdım. Bu hansıdır? Bəli, bu praktik təfəkkürdən istifadə edib. Yəni real vəziyyəti anlamaq, real vəziyyətə uyğunlaşmaq. İndi real vəziyyətimiz nədir? Filtr kağızımız yoxdur. Yoxdur, nə edirəm? Tez vəziyyətə uyğunlaşmaq üçün bir dənə kağız düzəltdik özümüzdən, filtr kağızı. Deməli, düzgün cavab nə oldu? C variantı. Baxırıq 55-ə. Zəhmətkeş bir insan mükafatın nə olmasına asılı olmayaraq düşünmədən özünü işə həsr eləyir. Sən isə lazımınca çalışmırsan. Uşaq deyir ki, demək istəyirsiniz ki, mən mükafat gözləyirəm. Demək, meyli uşağam deyir. Deməli, bu hansı uşaqdır? Şərçi uşaq, şər adam. Yəni, boş adam, bəli. Müəllim elə söz demir. Uşaq deyir, demək istəyirsiniz ki, mən mükafat gözləyirəm. Deməli, düzgün cavabımız oldu, boş adam məntiq xətası. Baxırıq 56-cı suala. Bitkilərin tozlanmasında həşəratların rolu var. Lakin bəzi bitkilər öz-özünə tozlana bilir. Deməli, bəziləri həşəratla tozlanır, bəziləri öz-özünə tozlanır. Deməli, bitkilər müxtəlif üsullarla tozlanır. Baxın, əsas qayda buradadır da. Baxın, deməli sizə baxın, bitkilər müxtəlif üsullarla tozlanır. Burada yuxarıda həşəratın adını çəkmişəm. Öz-özünə axırda deyirəm ki, nəinki həşərat, ümumiyyətlə müxtəlif üsullarla tozlana bilirlər. Əsas qayda hardadır sizcə? Bəli, aşağıdadır. Deyirəm ki, bitkilər müxtəlif üsullarla tozlanır. Qaydanı sonradan öyrəndimsə, nə idi bu? İnduktiv, bəli. Əgər cümlə tərsinə qursaydım, desəydim ki, bitkilər müxtəlif üsullarla tozlanır. Bəzi bitkilər həşəratlarla tozlanır, bəzi bitkilər öz-özünə tozlanır, bəzi bitkilər çarpaz tozlanır. Qaydanı deyib nümunə gətirsək deduksiya olardı, amma bu nümunələri gətirib axırda ümumi qayda çıxardı ki, deməli müxtəlif üsullarla tozlanırlarmış ki. Bu induksiya induktivdir. Baxırıq 57-ci suala. 57-də nə yazıb? Kvadrat bütün tərəfləri bərabər olan dördbucaqlıdır. Nə gözəl. Düz bucaqlı, qarşı tərəfləri bərabər olan dördbucaqlıdır. Heç nə başa düşmədik, amma yenə də davam edirik. Əsas fikir bizə, yəni sırf riyazi baxımdan lazımdır. Biz əsas lazım ki, qaydanı sonradan öyrəndik, yoxsa əvvəldən bilirdim. Deməli, heç də bütün dörd bucaqlıların tərəfləri bərabər deyil deyir.
Baxın da yazılıb da burada. İkinci hökmdə yazıb düz bucaqlı qarşı tərəflə bərabər olan dörd bucaqlıdır. Yəni düz bucaqlı deyir, tərəfləri bərabər olan dörd bucaqlıdır. Axırda da deyir ki, bütün dörd bucaqların tərəfləri bərabər deyil. Deməli, bütün dörd bucaqlar haqqında məlumatı sonradan verdiyim üçün nədir? Qaydanı sonradan öyrənirəmsə, bəli, bu induktiv düşünməyə aiddir. Axırda baxın deyir, bütün dörd bucaqların tərəfləri bərabər deyil. Qaydanı sonradan öyrənmək induksiyadır, yəni induktiv. Baxırıq 58-ci suala. Müəllim müşahidə edir ki, sinifdə bəzi şagirdlər tapşırığı vaxtında və düzgün yerinə yetirir. Digərləri isə çətinlik çəkir. Bunun səbəblərini müəyyənləşdirmək üçün müəllim tapşırığın mərhələlərini, deməli ayrı-ayrıca mərhələlərini nəzərdən keçirir. Yəni təhlil edirəm mərhələləri. Bu zaman şagird bildirir ki, əvvəlki dərslərdə mövzunu yaxşı mənimsəyən bütün şagirdlər tapşırığı düzgün yerinə yetirib. Və o da əvvəlki mövzuları tam bildiyi üçün tapşırığı çətinlik çəkmədən yerinə yetirib. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Deməli, müəllim nə edib? Bunun səbəbini müəyyənləşdirmək üçün müəllim tapşırığı mərhələlərini ayrı-ayrılıqda nəzərdən keçirir. Yəni, ayrı-ayrılıqda baxmışam, ayrı-ayrılıqda səbəblərinə baxıram, mərhələləri ayrı-ayrılıqda. Yəni, bir sözün uzun sözün qısası nə edirik? Təhlil edirik. Təhlil nə idi? Yəni, analitik. Bəlkə də onu soruşmurlar bizdən, amma yenə də biz təhlil edirik sualın şeyini. Gəlin variantlara baxaq. Müəllim tapşırığın bütün komponentlərini birlikdə nəzərə aldığı üçün mən bütün komponentləri birlikdə nəzərə aldım, yoxsa ayrı-ayrılıqda? Baxın, bu yazıb da burada mərhələlərlə nəzərdən keçirib. Burada deyir ki, bütün komponentləri eyni anda nəzərə alıb, səhvdir, bu getdi. Şagird müxtəlif mümkün səbəbləri nəzərə aldığı fərqli ehtimallar irəli sürdüyü üçün divergent, burada fərqli ehtimallardan, əlavə yollardan danışdığımda divergent, əlavə yollar və s. yox idi. Bu da getdi. Müəllimin tapşırığı tərkib hissələri ayıraraq, bəli, elə bizim dediyimizdir. Müəllim tapşırığı tərkib hissələri ayıraraq hər mərhələni ayrıca araşdırdığı üçündür analitik düşünmə nümayiş etdir. Düz deyirmi? Düz deyir. Çünki yazılıb da sualın şərtində. Müəllim səbəblərini araşdırmaq üçün tapşırığı mərhələlərə ayrı-ayrı, addım-addım, mərhələ-mərhələ hardaydı? Hissələrə ayırmaq. Bəli, analitik idi. Düzgün cavab elə C variantıdır. Şagird nəticən yalnız öz təcrübəsinə əsaslandığı üçün ümumiləşdirmə baxımından subyektiv mövqedir, səhvdir. Çünki şagirdlər axı digər sinif yoldaşları da bütün şagirdlər tapşırığı düzgün yerinə yetirir. Ancaq öz fikirlərinin təcrübələrine əsaslanmır. Situasiya müşahidə olunan nəticə çıxarma prosesi ardıcı düşünməni tələb edir. Burada ardıcıllıq yoxdur. Düzgün cavabımız oldu C variantı. Baxırıq 59-cu suala. Analitik, abstrakt və praktik. Gəlin fikirləri mən oxuyuram, dəyərli müdavim. Siz tapırsınız ki, hansı fikir hara aiddir? Bir ərazidə son 5 ildə quşların sayı azalıb. Ağacların kəsilməsi, pestisidlərin artması və temperaturun yüksəlməsi müşahidə olunur. Bu amilləri təhlil edin və quş populyasiyasının ən güclü təsir edən faktorunu əsaslandıraraq seçin deyir. Yəni, uzun sözün qısası bu amillərdir, təhlil edin. Buna təsir edən ən güclü, ən çox təsir edən faktoru tapın deyir. Əsaslandıraraq onları seçin. Əsaslandırmaq, səbəb-nəticə əlaqəsini tapmaq, ən yaxşısını tapmaq, təhlil etmə hansındaydı? Bayaqda dəfələrini dedikdə artıq təhlil etmə harda olur? Analiz, analitik təfəkkürdə. Bəli, analitik. Bir aiddə analitikə. Bir deyəndə daha doğrusu A variantını analitikə yazacaqsınız. Analitik də elə birdə yazılmış. Gəlin birinin qarşısına A hərfini yazaq. Daha sonra B variantına baxaq. İqlim dəyişikliyi anlayışını birbaşa tərif etmədən bir vəziyyəti və ya təsvir vasitələri ilə ifadə edin. Təsvir, simvollarla ifadə etmək, bunu bayaq demişdik. Bu təsvirin iqlim dəyişikliyinin mahiyyətini necə əks etdirdiyini izah edin. Mən ümumiləşdirmə aparıram, izah edirəm, müəyyən simvollarla izah edirəm, təsvir vasitələrindən izah edirəm. Haradaydı o? Bəli, o abstraktdaydı. Yəni, iqlim anlayışlarını birbaşa tərif etmədən deyir. Yəni, tərifin demədə deyir. Onun müxtəlif təsvir vasitəni ifadə edin. İqlim deyəndə nə başa düşürsünüz, nə anlayırsınız? Yəni, abstrakt fikirlərini onu ifadə edindir. Bu abstraktdır. Misal üçün, sevgi deyəndə ürək yada düşür, misal üçün. Bu nədir? Bu abstraktdır da. Yəni, o sevgi sözünü izah etməmiş, tərifini deməmiş, onu bir təsvirlə ifadə elədim. Ürəklə ifadə elədim, misal üçün mən onu. O, misal üçün, abstrakt təfəkkürə aiddir. Sonra C variantına baxırıq. Məktəbin həyətində yay aylarında ağaclar quruyur. Əlavə su mənbəyi yoxdur. Əldə olunan sadə vasitələrdən istifadə edərək, yəni əlimizdə olan nədirsə, mövcud vəziyyətini nəzərə alaraq yol təklif edin, həll yol deyin. Əldə olan sadə vasitələrdən istifadə edin. Nə varsa əlinizdə ondan istifadə edin.
Yəni bir növ real situasiyaları anlamaq, real situasiyalarla bağlı, mövcud vəziyyətlə bağlı həll yolu tapmaq hardaydı? Bəli, ümid edirəm ki, cavabı özünüz tapdınız. Praktik təfəkkürdə. Deməli praktikdə uyğunluq elə arda-arda gəldi ki, A, B, C. A, B, C hardadır? Elə A variantında. Baxırıq sonuncu suala. Şagird son vaxtlar dərs nəticələrinin aşağı düşdüyünü görür. Problemi aradan qaldırmaq üçün o müxtəlif üsullar sınayır. Bir gün daha çox oxumağa qərar verir, başqa gün yalnız sevdiyi fənlərlə məşğul olur, növbəti gün isə dərs rejimi tam dəyişir. Bu addımların heç biri əvvəlcən planlaşdırılmır da, yəni necə deyim, kör-köranə belə plansız şəkildə eləyir. Baxın, şərtdə yazıb da planlaşdırmır. Səbəblərini araşdırmır və nəticələr müqayisə edilmir. Nəyə eləyirdin ki bunu? Bir müddət sonra vəziyyət dəyişmədiyini müəyyənləşdir. Onsuz dəyişməyəcəkdir. Çünki səbəbi araşdırmamışam, plansız şəkildə elədiyim bir şeydir. Şagird problemə yanaşmasında əsas boşluq nədir? Niyə belə bir şey oldu deyir. Boşluğu tapın deyir. Şagird dərsə marağı davamlı olmadığı üçün sual şərtdə maraqdan söhbət getdi. Niyə marağı var ki eləyir də bunu? A getdi. Şagird problemi həll edərkən kifayət qədər vaxt ayırmadığı üçün. Niyə vaxt ayırır da bir gün sevdiyim fənləri oxuyuram, o birisi gün onu eləyirəm, bunu eləyirəm, bu birisini eləyirəm. Bu da getdi. Şagird problemi səbəb-nəticə əlaqəsini müəyyənləşdirmədən, bəlkə şərtdə yazıb da səbəbini araşdırmadan, nəticələri müqayisə etmədən deyir. Səbəb-nəticə əlaqəsini müəyyənləşdirmədən, görə axır düz gəlirmi? Təsadüfi, bəli, kör-körənə bayaq dedikdə kör-körənə təsadüfi addımlar atdığı üçün sistemli təhlil apara bilmir. Çünki işimi planlaşdırmış, bir gün belə oxuyuram, bir gün elə oxuyuram, sevdiyim fənni oxuyuram, belə kör-körənə səbəb-nəticə əlaqəsini müəyyənləşdirib, təsadüfi addımlar atdığım üçün ona görə attığım addımlarda boşluq var. Deməli, C düzgün cavabdır. Şagird daha çox yaradıcı və qeyri-adi üsullardan yaradıcılıqda söhbət gedir. Belə baxın. Bu da getdi. Şagird problemin həllinə xarici amillər əlaqələndirir üçün şəxsi məsuliyyəti az dəyərləndirir. Yəni şagird özü ayırmışdı. Birinci gün bunu eləyirdi, ikinci gün bunu, üçüncü gün bunu eləyirdi, öz-özünə eləyirdi də. Bu da səhv. Deməli, boşluq yaranmasının səbəbi nədir? Səbəb-nəticə əlaqəsini düzgün tapmamaq və təsadüfi addımların atması. Deməli, düzgün cavabımız oldu C variantı. Ümid edirəm ki, təfəkkür testinin izahı sizlər üçün faydalı oldu. Eyni zamanda təfəkkürdə olan yeni, necə deyim, anlayışlar haqqında biraz da ətraflı məlumatınız olmuş oldu. Həmçində yaxşı şəkildə təfəkkür mövzusunu təkrarladınız. Dinlədiyiniz üçün təşəkkür edirəm.